dinləyəcəm sizi. İnşallah master klassınıza da qoşulacağam. Siz başlayın. Çünki birazdan digər izləyicilər də qoşulacaq inşallah. Hə, Uğurlar arzulayıram sizə. çox sağ olun, Əminəm ki, təşəkkür çox edirəm. möhtəşəm bir görüş keçəcək. İnşallah. Salam, əziz xanımlar, əziz Sevinç xanım, müəllim kollektivi də yəqin ki, belə başa düşürəm. Müəllimlər də var, xanımlar Müəllimlər da var, baz. tələbələr Aha. də var. Salam, hörmətli xanımlar. Ümid edirəm hər biriniz yaxşısınız. Mən Təranə Ağabəyova, öncə olaraq özümü təqdim edim. İxtisasca ibtidai sinif müəllimiyəm. 13 illik pedaqoji fəaliyyətə sahibəm. Sadəcə olaraq bugün Sevinç xanımın vurğuladığı kimi mən bugün sırf pedaqoji yöndə deyil, tam fərqli bir sahədə, hər birimizin həyatına toxunacaq bir sahədə danışmaq istəyirəm və bu barədə belə deyim, öz keçdiyim yollardanmı deyim, öz təcrübələrimdən deyim, yəni öz bildiklərimi bu qısa müddətdə sizə bacardığım qədər sizinlə paylaşacağam. Əziz xanımlar, ilk öncə onu deyim, qarşıdan 8 mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu münasibətlə hər birinizi təbrik edirəm. Hər birinizə qadın xoşbəxtliyi, can sağlığı, huzur dolu bir həyat arzulayıram. Və bu münasibətlə ilk öncə onu deyim ki, təlimin seminarın sonunda hər birinizə belə deyim 8 mart hədiyyəsi olaraq müəyyən bir hesablamanı hədiyyə edəcəm. Sevinç xanım, yəqin ki, WhatsApp qrupu yaradılıb. Aha, təlimin Bəli, bəli. sonunda zəhmət olmasa məni o qrupa daxil edərsiniz. Baş üstə. Mən təlimin sonunda xanımlara pul kodunu hər birinin doğum tarixinə görə pul kodunu hesablayıb onlara hədiyyə edəcəm. Baş üstə. İndi əlavə edin. Başınız var olsun. Hə, başlayaq əziz xanımlar. Bu gün dediyim kimi biz adi bir necə deyim, qeyri-adi bir belə deyim mövzu danışacağıq. Əslində qeyri-adi bir şey deyil də. Əslində bu elm, bu belə deyim istiqamət dünyanın demək olar bir çox yerində məşhurdur. Hətta belə deyim, bu elm bir çox dünya məktəblərində tədris olunan bir elmdir ki, sadəcə son dövrlər Azərbaycana hardasa o belə deyir, küləyi gəlib çatıb, daha belə deyim, öz aktuallığını qaldırıb. Biz bugün numerologiya sahəsi haqqında danışacağıq. Ümumiyyətlə belə deyim, biz bugün az da olsa özümüz oxumağı öyrənəcəyik. Gəlin bir belə deyim, düşünək. Düşünək görək insan ömür boyu kimləri öyrənir? Təbii ki, indi biriniz deyəcəksiniz uşağı, övladımızı öyrənirik, birimiz deyəcək valideynlərimizi, birimiz deyəcək həyat yoldaşımızı, müəllimi isə deyirik şagirdlərimizi və s. Yaxşı, mən sizə belə bir sual verim. Sizcə insanın ən çətin öyrəndiyi şəxs kimdir? Yəni bu sualla mən bugün söhbətə başlamaq istəyirəm. İnsanın öyrəndiyi ən çətin insan kimdir? Yəni suala cavab vermək istəyən buyurub səsini açıb cavablaya bilər. Məncə bütün situasiyalarda biz ancaq özümüzün hansısa bir tərəfimizi kəşf edib öyrənirik. Aha, bəli. Başqa fikri olan varmı? Axşamınız xeyir olsun. Məncə də özümüzün. Aha. Başqa Axşamınız fikir xeyir. Mən də bildirmək eyni istəyən varsa? fikirdəyəm. Mən Aha, də eyni özünüz. fikirdəyəm. Çünki özümüzü kənarda görməyə çətinlik çəkirik. Aha. Bəli, yaxşı. Bir sual da verin. Bəs sizcə biz niyə bəzən özümüzə zidd davranırıq? Nəyə görə? Yəqin ki, özümüzü tanımadığımıza görə. Gözəl fikirdir, gözəl cavabdır, bəli. Bəs yaxşı, nəyə görə qərar verib sonra peşman oluruq? Başqalarını günahlandırırıq ona görə özümüzü günahlandıra bilmirik. Aha. Yaxşı, niyə bəzi insanlara izahsız şəkildə çəkilirik? Nəyə görə? Necə? Başa düşmədim mən. Niyə bəzi insanlara biz izahsız şəkildə çəkilirik? Meyillənirik, belə deyim. Biz Enerji söhbəti var. bəli. Özümüzdən asılı olmayaraq kimsə bizi çəkir. Aha. Baxın, elə məhz burada numerologiya deyir ki, insan təsadüfi deyil. İnsan ümumiyyətlə belə deyim bir kodla, bir şifrə ilə doğulur. Belə deyim,
insan doğularkən təbii ki, doğum tarixi var ki, o dəyişməz bir tarixdir və o tarixdə olan hər bir rəqəmin enerjisi insanın ömür boyu həyatına təsir edir. Yəni bir növ insanın xəritəsi deyə başa düşün. O rəqəmlər insanın bütün həyat yolunu özündə əks etdirir. Bəs belə deyim də biz deyim bu qısa görüşümüzdə əslində bu kodun qapısını açacaq. Az da olsa açacaq. Təbii ki, bu çox dərin bir elmdir və onu belə deyim, tam dərinə enmək üçün uzun bir yol lazımdır. Əziz xanımlar, indi aramızda müəllim olanlar var. Misal üçün mən özümdən götürürəm. Biz rəqəmləri məktəbdə belə deyim, riyaziyyat aləti kimi bilirik. Əslində bizə belə deyim də rəqəmlər qədim sivilizasiyanın simvolları hesab olunur. Pifaqor məşhur riyaziyyatçı, özünüz də yəni yəqin ki tanıyırsınız. Pifaqor deyib ki, ümumiyyətlə kainat rəqəmlərlə qurulub, yəni kodlaşdırılıb. Yəni hər rəqəmin bir enerjisi, bir şifrəsi var. Və bütün aləm, yəni çevrədə hər bir şey nə görürsünüzsə, onu bilin ki, bunlar hamısı enerjidir. Enerjiden doğur. Və Pifaqor həmişə bir şeyə inanırdı. O, hər şeyin vibrasiya olduğunu inanırdı. Vibrasiya ilə, belə deyək, vibrasiya isə onun fikrinə görə ölçülə bilən bir tezlik idi. Tezlik isə rəqəmlə ifadə olunur. Hansı ki, bizim bu doğum tarixi belə deyim, müəyyən bir tezlikdir, müəyyən bir şifrədir, koddur. Həmin vibrasiya o tezliklə ifadə olunur. Yaxşı, sizə belə bir sual verim. Sizcə nəyə görə bəzi tarixlər, hər birimiz üçün təbii ki, bizim həyatın dönüm nöqtəsi olur? Nəyə görə? Bu barədə heç düşünmüsünüzmü? Nəyə görə bu tarix mənim həyatımın dönüş nöqtəsi oldu? Və yaxud da belə deyim, nəyə görə bəzi aylar, indi bəzi azamlar var ki, sınıyır, onu ki, diqqətini yönləndirir, baxır. Bəzi aylar bizlər üçün möcüzəvi olur, bəzi aylar isə daha çətin keçir. Bunun səbəbini bilirsiniz? Axşamınız xeyir olsun. Məncə böyüməyimiz üçün olur bu dönüm nöqtələri. Aha. Yəni yaşayırıq o anı və belə deyək də müəyyən bir aydınlanma yaşayırıq və onun nəticəsində bir yaş deyimmi, bir dönəm mi deyim, böyüyürük. Hı -hı. Əslində, onlar da danışım. Əlbəttə olar. Əslində məncə eyni şeylər təkrarlanır, sadəcə bizim baxış bucağımız dəyişir yaşa dolduqca. Əvvəlki kimi reaksiya vermirik. Xanım demişəm, böyüyürük ona görə. Hı -hı. Mən belə düşünürəm. Gözəl. Başqa fikri olan varmı? Yaş. Doğum tariximiz, belə deyim, bizim bir kimliyimizdir. Bəli. Hətta deyərdim ki, bizim bu həyata atdığımız ilk imzamızdır. Düşünün ki, hər insan dünyaya gələndə onun görünməz bir kimliyi var, sənədi var. Ona bir müəyyən bir pasport belə deyim verilir. Bu pasportda nə ola bilər? O insanın belə deyim güclü tərəfləri yazıla bilər, zəif tərəfləri yazıla bilər. Onun bu həyatda yaşantı boyunca alacağı dərslər yazıla bilər. O və onun potensialı orada qeyd oluna bilər. Amma problem nədir? Problem o pasportu, o kimliyi oxuya bilməkdir. Məsələ budur. Numerologiya elmi məhz bu pasportun, bu kimliyin, bu vəsiqənin dilidir mənə görə. Mənim təcrübəmdə, misal üçün, rastlaşdığım xanımlar olub, hansı ki, analiz etdiyim xanımlardan, inanın, özünü o qədər zəif hesab edib, yəni müraciət edib, çox zəif, gücsüz, amma onun xəritəsinə baxanda ilk mərkəzdə 8 enerjisinin olmağı, hansı ki 8 numerologiyada belə deyim də enerjinin gücüdür. Yəni çox güclü bir rəqəmdir hər cəhətdən. Liderliyi, idarə etmə bacarığını göstərir. Burada problem nədir? Burada xanımın özünü tanıya bilməməsidir. Halbuki o xanım özünü sırf o belə deyim numeroloji analizinə qədər, o xəritələrini açdığımız vaxta qədər özünü o qədər zəif, gücsüz bir, aciz bir insan kimi tanıyıb. Amma analizdən sonra o
əslində onun daxilində olan potensialın fərqinə varıb. Yəni fərqindənlik yaşayıb. Mən belə deyim, ilk olaraq burada biraz mövzunu qıracağım. Onu deyim ki, mən bu elmə necə gəlmişəm? Mən özüm ilk olaraq analiz etdirərək gəlmişəm. Özümü, yəni müraciət etmişəm bir mütəxəssisə, analiz etdirmişəm. Yəni bu elmə o cür gəlmişəm. Təbii ki, analizdən qabaq biraz araşdırmışam. O insanlarda da belə bir xüsusiyyət var. Çətin bir ana düşəndə çıxış yolu axtarır. Təbii ki, mən də o çıxış yolu axtardığım dövrdə bu elmlə rastlaşdım. İlk etdiyim özümü analiz etdirmək oldu və orada mən eynən bu xanım kimi, hansı ki, bu dediyimi özümü nəzərdə tutmamışam. Sadəcə olaraq bizdə vəziyyət oxşar idi. Eynən mən də özümü o qədər yorğun, o türklər demiş bitkin hiss edirdim. Həmin dövrdə mən analiz elətdirəndə həqiqətən də, yəni bir növ belə deyim də, məni silkələdilər, ayıldım. Və ondan sonra belə deyim, təbii ki, hər insanın həyat missiyası olur, öz vəzifəsi olur. Nə üçün bu həyata gəlib? O vəzifəni mən artıq o qarşımda olan missiyanı anladıqdan sonra mən bu elmi öyrənmək qərarına gəldim. Çünki bu mənim həyat missiyamdır. Bacardığım qədər insanlara dəstək olmaq, insanlığa xidmət etmək mənim bu həyata gəliş səbəbimdir. Və belə deyim, təbii ki, öz ixtisasımı sevirəm. İndi Sevinç xanım da az çox məni tanıyır. Hətta öz sahəmin vurğunuyam. Çünki uşaqları çox sevirəm. Sadəcə olaraq insan bəzən nə qədər rahat olsa da özün orada baxırsan ki, tam rahat hiss etmir. Yəni nəsə çatışmayan bir şey var. Bu elmi öyrəndikdən sonra, müəyyən fəaliyyətlərə başlayandan sonra həqiqətən də mən baxıram ki, özümü çox gözəl şəkildə həm ifadə edə bilirəm, həm də özümü çox gözəl şəkildə tapa bilirəm. Belə, mövzuya davam edək. Ümumiyyətlə, əziz xanımlar, numerologiya ilk öncə onu altını çizərək tam, belə deyim, təsdiqləmiş bir şəkildə deyə bilərəm ki, numerologiya fal deyil. Zaten fal olsaydı mən bu elmin dalınca qətiyyən düşməzdim. İlk araşdırdığım da sırf bu mövzu olub ki, görəsən bu faldırmı? Xeyr, bir mənalı şəkildə. Bu fal deyil. Bu sehir də deyil, qorxulu bir mistik güc də deyil, mistika deyil qətiyyən. Bu sadəcə olaraq simvolik bir psixologiyadır. Hətta deyim ki, dünya Avropa sahələrində, Avropa ölkələrində, daha doğrusu psixologiya sahələrində sırf insanlar psixoloqa müraciət edərkən belə o psixoloqlar həmin insanın numeroloji analizlərini açır, xəritələrini açır və ona uyğun olaraq qarşısındakı insanı tanıyır, onun probleminin qaynaqlandığı səbəbləri aşkarlayır və o yöndə ona psixoloji dəstəyini göstərir. Bu daha dəqiqdir, nəinki müəyyən psixoloji testlər mi deyim, və yaxud da indi o müəyyən kartlar çıxıb psixologiyada, yəni son dövrdə daha aktualdır. Xeyr, sırf insanın doğum tarixi, onun ad soyadı, onun ad soyadında olan hərflərin enerjisi falan, yəni çox dərin bir hesablama işləri gedir orada və oradan çıxan nəticəyə əsasən o insanın bir növ belə deyim də bütün bioqrafiyası qarşına gəlir. Bu belə. Ona demək istəyirəm ki, ümumiyyətlə numerologiya insanın doğum tarixindən və adından çıxış edərək onun xarakteri quruluşu sayılır. Burada nədir? Qərar vermə tipi rejimidir, həyat dərsləridir, pul enerjisidir, münasibət kanalıdır, karyera istiqamətində o hansı yönə getməsi daha məsləhətlidir. Yəni bu mövzuların hər biri o numerologiyada, analizlərdə öz əksini tapır. Pifaqor məktəbi ümumiyyətlə numerologiyanın riyazi əsasını qoyub, bu sistem ümumiyyətlə insan kateqoriyasına, insanı belə deyim, öz kateqoriyasına salmır. Birbaşa belə deyim, onu tanıdır, həmin insanı bu kateqoriya üzrə tanıdır. Yaxşı, gəlin belə deyim, ümumiyyətlə deyərdim ki, insan heç olmasa bir dəfə olsun bu analizi etdirməlidir. Yəni fərq yoxdur, kişi olsun, qadın olsun, uşaq olsun, fərq etməz. Amma mən deyərdim ki,
Bu qadın üçün daha çox vacibdir. Bu numerologiya sahəsi, o xəritələrin açılması nəyə görə? Çünki qadın evin enerjisidir. Siz bilirsiniz də adi, yəqin eşitməmiş olmarsınız. Evə gələn Rozidir, gəlirdi. Evdəki ümumi hər kəsin hava-havası sırf qadından asılıdır. Qadının enerjisindən asılıdır. Əgər qadın belə deyim də, özünü tanımırsa, özünü başqaları ilə müqayisə edir, başqasının həyat modelini kopyalayır, sonra öz, belə deyim, təbiətinə uyğun olmayan qərarlar verir. Yəni burada misal üçün belə deyim, 5 enerjisi olan bir qadındır. Bu qadın sərbəstlik sevir, sərbəstlik istəyir. Sadəcə olaraq həyat tərzi bunu salır 4-ə, 4 enerjisinə və sərt sistemə salır. O zaman qadın nə olur? Bütün həyat eşqi ölür. Belə deyim də, qadın birmənalı şəkildə sönür. Numerologiya isə qadına deyir ki, sən kimsən, sənin nəyə ehtiyacın var və sən nədən qaçmalısın? Bax, numerologiya insanlara bunu deyir, əsas da qadınlara. Və müəllimlər üçün bir müəllim olaraq, misal üçün, əvvəllər bu elmlə tanış olmamışdan qabaq, uşaqları tanıyana qədər müəyyən vaxt gedirdi. Artıq misal üçün sinifə, hal-hazırda məndə məktəbə hazır qrupu da var. İndi uşaqlar gəldiyi təzə vaxt idi. Hansı ki, müəyyən bir uşaqda narahatlıq hiss edəndə, ya aktiv, belə çox dəcəl olur, ya özdən qapanır uşaq, həmən onun doğum tarixi ilə kiçik bir açılım etdim xəritəsindən ki, bu səbəb nədir, hardan qaynaqlanır. O qədər gözəl bir şeydir. Artıq, yəni belə deyim, bir müəllim üçün şagirdlərinin numeroloji cəhətdən xarakterizə edəndə artıq bilirsən ki, bu uşaq hansı rəqəmin enerjisini daşıyır. Mən o ilə necə hərəkət etsəm, o ilə necə davransam, o uşağa daha faydalı olar və mənim işim daha çox asanlaşar. Biri var, çıxış yolu axtarana qədər zaman keçir, amma sırf bu yolla edəndə bir növ yolumuzu qısaldırıq və daha da, belə deyim, ideal şəkildə deyim, öz yolumuzu daha da gözəlləşdiririk. Misal üçün 7 enerjisi olan uşaq ola bilər ki, bu uşaq sakit müşahidə etməyi sevir. 4 enerjili uşaq ola bilər ki, 4-lər adətən qayda qanun pərəstişkarı olur. Hər şey qayda qanununa yerinə yetirsin. Misal üçün 3 enerjisi olan uşaq ola bilər ki, o danışmağı sevir. Davamlı danışsın, söhbət etsin. Yəni sinifdə daha çox danışmağa meyilli olan uşaq varsa, onu araşdırsa, o böyük ehtimal ki, 3 enerjisini daşıyan bir uşaq olacaq. Sonra belə deyim də, bir sözlə, numerologiya müəllimə, şagirdlərə fərdi yanaşmaq üçün gözəl bir vasitədir. Bunu qeyd edim. Misal üçün, gəlin belə eləyək sizlə. Gəlin bir kiçik master-klass eləyək. Zəhmət olmasa, yaxınlığınızda kağız qələm varsa, kağızlarınızı götürün. Gəlin sizinlə bir yerdə hər birimizin yaşam yolunun enerjisini çıxaraq və ona görə burada olan xanımların hər birini analiz edək. Razısınız? Ondan sonra davam edək. Aha. Gəlin belə eləyək xanımlar. Zəhmət olmasa, bir dəqiqə mən qələm götürürüm özümə. Mən sizə nümunə üçün başa salım. Bizə də üzr istəyim. Bu gedişlə deyəsən biz müəllimlər üçün numerologiya təlimi keçirəcəyik ki, şagirdlərin analiz eləyə bilsinlər öncədən. Niyyət olmasın. Niyyət olmasın. Misal üçün, mənim doğum tarixim 02, hər kəs vərəqə doğum tarixini yazsın. 02, məndə 04 1991. Bu mənim doğum tarixim. Hər kəs doğum tarixini yazsın. Və bu hər bir rəqəmi toplayaq. Hər bir rəqəmi toplayaq. Misal üçün 0 üstəgəl 2, üstəgəl 0, üstəgəl 4, üstəgəl 1, üstəgəl 9, üstəgəl 9, üstəgəl 1. Toplayırıq. Bu eləyir 26. 26. Siz də doğum tarixinizi zəhmət olmasa günü
Bütün rəqəmlərdə belə deyim, gün, ay, il hər birini toplayın. Məndə də 26 oldu. Əla. Maraqlı. Nə gözəl. Bu 26 aldıq və bunu biz təkləşdiririk. Təkləşdirmək üçün həmin aldığımız rəqəmləri də toplayaq. Misal üçün 2 üstəgəl 6 eləyəcək 8. Hər kəs hesablasın. Sizdə neçə oldu Sevinç xanım? 8. 8. Nə gözəl. Ben Türkler demiş küçük bir kaçamak yapıp ChatGPT'den önceden soruşmuştum. Bu numeroloji nedir, necə yoxlayırlar? Orada da bilmiştim ki 8'dir. Aha. Sizlər də hesabladınız. Kimlər Bəli, mən hesabladı? hesabladım. Məndə Bax, 42 istəyirsinizsə orada chat bölümündə, istəyirsiniz hər kəs öz yaşam yolunun neçə aldısa hesablasın. Aha, burada yazıblar. Deməli, bir dəqiqə bunu böyüdüm mən. Bir dəqiqə. Aha. Deməli, 9 yazan var, 8 yazan var, 1 yazan var. 11 çıxan zəhmət olmaz. Onu da təkləşdiririk. 1 üstəgəl 1 2 eləyir. 11 çıxan. Bu kim idi? Nurayna xanım idi. Nurayna Əsgərova. 11-i 2 hesablayırıq. Günel xanım 1, Ləman xanım 8. Aha, Vüsalə xanım soruşur, necə etdiniz? Vüsalə xanım, doğum tarixinizi yazırsınız və hər bir rəqəmi orada toplayırsınız. Topladıqdan sonra aldığınız 2 rəqəmli ədədi toplayıb bir rəqəmli ədəd alınana qədər təkləşdirirsiniz. Samsung SM var burada 6. Aygül Allah verdi. Aygül müəllimə salam. 5 alıb. Leyla xanım Xoş gördün. 9. Xoş gördük. Burada S ləqəbli xanım var 8. Ömərova Göyçək 1. Sevil 9. İskəndərova Gülnar 6. Aha. Aygün xanım 8. Afa xanım 2. Sevinç Əlizadə 11. Buradan 2 çıxır. Bəli. Aha, Ülviyə xanım 6. Tamam. Vüsalə xanım 2. Çox gözəl. Deməli, burada bir olanlar var. Bir olanlar, belə deyim, ümumiyyətlə yaşam yolu bir olan insanlar sərbəst olur. Sərbəstliyi sevir, yaradıcı, öndər, lider. Yəni bildiyimiz bir rəqəmi, lider. Etdiyi hər şeydə ilk ola bilər və birlər ümumiyyətlə lider olaraq doğulur bu insanlar. Lider ruhludur. Yəni doğuşdan budur. Olumsuz tərəfləri nədir? Egoistlik var, təkəbbürlü olurlar və hörmətsiz olmaları. O da nədən doğur? Egoistlikdən ola bilər ki, kənarda hörmətsizliklə qarşılaşa bilir. Və çox zaman başqalarını düşünmür, ancaq özü. Müsbət tərəfləri də təbii ki var. Müsbət tərəfləri nə ola bilər? Bunlar birlər ümumiyyətlə güvənilir, özünə nəzarət edən, nəzarəti yüksək məsuliyyətli insanlardır və daima yeniliklərə açıqdır. Əslində başdan başlayıb belə deyim, sona getmək birlər üçün bir əyləncədir. Yəni yenidən başlamaq onlar üçün bir əyləncə. Başqaları üçün ruhdan düşməkdir, yenidən başlamaq. Yox, birlər üçün bu əyləncədir. Tək başlarına ayaqda durmağı bacarırlar və ümumiyyətlə belə deyim, birlərin qarşısında duran necə əsas missiya onlar öz ayağı üstündə durmağı öyrənməlidirlər. Əgər bacarmırlarsa, bunu mütləq şəkildə öyrənməlidirlər. Sərbəstlik daha çox diqqətə çəkir, kənardakıların diqqətini çəkir. Çünki çox sərbəst insanlar olurlar. İş olaraq təşkilatçı, idarə etmə, təlimatçı, yazıcı, yəni iş sahibi, dizayner bu sahələr həmin bir enerjisi olan insanlar üçün daha uyğundur. Sonra bizdə 2 varmı? Var. 2 nədir? 2 ümumiyyətlə dəngə, qavrama, açıq fikirlilik deməkdir, nəzakət deməkdir. 2 paylaşımcılığın rəqəmidir. Bu insan paylaşmağı sevir. 2 ümumiyyətlə bilirsiniz necədir?
Kimdənsə almağı, qəbul etməyi biraz utanır. Misal üçün, adi bir misal üçün deyirəm, məndə marker var. Sevinç xanım gətirib mənə marker hədiyyə edir. Deyirəm, yox Sevinç xanım əziyyət çəkməyin, bunda məndə var. Amma numerologiya deyir ki, iki aldığı qədər də, daha doğrusu belə deyim, verdiyi qədər almağı bacarmalıdır. İkili enerjisi olan insanlar adətən daha çox bağışlamaq sevir. Nə isə versin, adi misal elementar bir şey deyim, hədiyyə versin, hədiyyə bağışlasın, kömək etsin. Amma başqalarından gələndə onu ya qəbul etmir, ya utanır. Bu balansı mütləq şəkildə qorumalıdır ikilər. Və sonra deyə bilərəm ki, belə deyim, onlar üçün beş başqaları ilə çalışmaq, tək başına çalışmaqdan daha yaxşıdır. Yəni kollektivlə çalışmağı sevirlər. Sonra belə deyim, onlarda belə deyim, utancaqlıq hissi yüksək olur və bu da onları çəkingənliyə meyilli edir. Burada bir xanım hesablayıb. Aha, düzdür, düz hesablamışsınız. İskəndərova Gülnar. Aha, düz hesablamışsınız. Sonra ikinin mənfi cəhətləri nədir? İçə qapanıq olurlar. Aşırı duyğusal insanlardır. Sir saxlaya bilmədikləri üçün onlar biraz qeybətə meyillidir. Qeybətə həvəskardırlar və sirdaşlarına xəyanət etməkdə biraz e, necə deyim, o mövzuda biraz zəifdirlər. Yəni xəyanətə biraz meyillidirlər. Müsbət tərəfləri nədir? Müsbət tərəfləri ikilərdə sonsuz sevgi hissi var. Yəni sevgi hissi onlarda aşırı dərəcədədir. Sevgilərini rahatlıqla ifadə etdiklərindən dolayı bu insanlar ümumiyyətlə yaxşı dostluq münasibətləri qurmağı bacarırlar. Qurduqları güclü əlaqədə isə e, olduqca fədakar insanlardılar. Qurban, bəzən hətta bu fədakarlıq onları qurban missiyasına belə sala bilir. Yəni burada da biraz diqqətli olaq. Hansı ki, bayaq dediyim kimi iki enerjisi olan insanlar verdiyi qədər də almağı bacarmalıdırlar. Yəni biraz o fədakarlığı necə deyim, hər şey normasında daha gözəldir. Və ümumiyyətlə ikilər bu dünyanın siyasətçisi hesab olunur. O ən çətin zamanlarda necə davranacaqlarını və nə söyləyəcəyini çox yaxşı bilərlər. İş olaraq sağlamlıqla bağlı sahələr daha uğurludur. Müəllim, musiqi sahəsi, siyasət, hüquq və diplomatiya sahəsi onlar üçün daha münasibdir. Sonra baxaq, 3 enerjisi olan varmı? Dərçat bölümünə baxaq. 3'ümüz var. Redmi 9A. Aha. Tamam. 3 enerjisi ümumiyyətlə numerologiyada 3 qadın enerjisidir. Qadın. Dişil enerji eşitmişsiniz yəqin ki, çox yönlü, enerjili, sosial bir sənətkar demək olar bu insana. Burada bu insanlar, belə deyim də, 3 olan enerji, həyat yolu, yaşam yolu 3 olanlar zövq alanıdır. Çox yüksək zövqə malik insanlardır. Özünü ifadə etməyi öyrənməlidirlər. Mütləq şəkildə sənətə yatkın olmalıdırlar. Yaradıcı və ya da ən azından gözəl olan hər şeyə qarşı sevgiləri ilə büruzə verməlidir. Onların çatışmayan, xoşa gəlməyən tərəfi nədir? Tutumunu dəyişdirməsə, içə qapanaraq duyğularını gizlədər. Yəni, öz, belə deyim də, içinə qapanıq olmamalıdırlar. Yəni, onların negativ cəhətləri, xoşa gəlməyən cəhətlər içinə qapanıq olurlar və həmən duyğularını dəyişdirirlər. Amma müsbət tərəfləri nədir? Olduqca uyğunlaşan insandırlar. Olduğu ortama lazım olduğu kimi uyğunlaşa bilirlər. Geniş dost çevrəsində bunun fərqində ümumiyyətlə üçlər çox diqqətli və hiləgərdirlər. Çox çalışaraq uğura çata bilərlər. Əmr almaqdan xoşlanmazlar və buna rəğmən bir müddət əmr altında işləyərlər. Halbuki əmr almağı sevmirlər. Üçlər birlikdə olmaqdan zövq alınacaq ağıllı və cömert insanlardılar və ümumiyyətlə bir dəfə bir əlaqəyə başladısa, bu insanlar sona qədər getməyi bacarırlar. Yəni münasibəti həmin kəsib atan tip insanlar deyirlər. Bu üç enerjisi olan insanlarda ən çox təmirçi, dizayn işləri, yazıcı, şair, aktyor, hətta tibb bacısı belə
olmaq daha məsləhətlidir. Aha, 2 psixoloqam. Aha, lap yaxşı. Sonra 4 enerjisi olan varmı? Baxaq. 4 enerjimiz varmı? Müəllimə, səsiniz biraz exolu gəlir. Zəhmət olmasa bəlkə səs açıb bağlayasınız mümkünsə. Ha, bir dəqiqə. İndi necədir? Bəli, indi düzəldi. Ha, tamam. 4 enerjimiz varmı? Bir dəqiqə baxaq. Aygün müəllimə, siz əl qaldırmısınız, sözünüz var. Səsə görə deyirdim, narahat Aha, olmayın. tamam. 4 yoxdur Tərənnüm müəllimə. 4 yoxdur. 5 varmı? 5, hə, Bəli, mən. 5'imiz var. Bir dəqiqə üzr istəyirəm. Hə, 5'imiz var. 5 ümumiyyətlə qabiliyyətli, ağıllı insanlardır. Çox yönlü, macərapərəst insanlardır. Öyrətməyi sevən, öyrənməyə açıq insanlar olurlar və əsasən də mən deyim ki, bir müəllimin tali xəritəsində, tali matrisasında mütləq şəkildə bir 5 vardır. Yəni bu böyük ehtimal ki, var. Çünki dəfələrlə olub, neçə müəllim olubsa, mən orada içimən qarışıq, mütləq şəkil onun xəritəsinin bir yerində o 5 var. Öyrənmək və öyrətmək. Sərhədlərdən və gələcəkdən sərbəstlik gözləyən insanlarda dəyişikliyi, fərqliliyi dadacağı üçün səyahətlər sırf bu insanlar üçün səyahətə meyillidirlər, səyahət etməyi sevirlər, hər şeyi rahatca ələ keçirə bilirlər. Yəni bu qabiliyyətə sahib insandırlar. Və amma bunlara deyir ki, 5'lər yaxşı düşünmədən, o yüz ölçü bir biçmədən qərar verməməlidirlər. 5'lerin olumsuz tərəfləri nədir? Sərbəstliyini işlətməkdən qorxa bilirlər və özünü belə deyim də çəkə bilərlər də. Yəni necə özünü geriyə çəkirlər və orada acı çəkməkdən başqa edəcəyi şey olmayacağından, yəni öz gücünə inanmadığından öz belə deyim sərbəstliyini də əldən verirlər. Müsbət tərəfləri nədir? Olduqca aktiv və qabiliyyətli insanlardır. Digər bir tərəfi isə onlar istədiyi hər şeyin öhdəsindən gələ biləcək bir insandırlar. Analiz etmə qabiliyyəti çox yaxşıdır. Yəni kənardan durub hər hansı bir hadisəni gözəl şəkildə sizə analiz edə bilər və yaxud da hər hansı bir insan xarakteristikasını sizə gözəl şəkildə izah edə bilər. Daha sonra o qədər çox kəskin ağla sahibdirlər, qarşılaşacağı hər çətinliyi aşa bilirlər. Həyatın çətin zamanlarında rahatlıqla keçəcək potensiala sahibdirlər. Ümumiyyətlə sərbəstlikdən belə deyim də sərbəstliyi nəticəsində belə deyim sərbəstliyi o yüksəkdir, yəni sərbəstliyə meyilli nəticəsində dünyəvi zövqlərə qarşı daha çox meyilli ola bilərlər. Bu nədir? Aşırı yeməyi sevən insan ola bilər. İndi bu xanımlarda deyil də daha çox kişilərdə içkiyə meyilli ola bilərlər, intim münasibətə meyilli ola bilərlər. Bu 5 sahəsində olan insanlar ən çox müəllim, öyrətmək, rəhbər, işçi ola bilər və daha çox xarici əlaqəli işlərə meyilli ola bilərlər. Sonra 6 enerjimiz varmı? 6 enerjimiz var. Sadiq, güvənilir, yatqın insanlardılar. Onlar belə deyim də 6'lar üçün 6 ümumiyyətlə ailə enerjisidir. Ailəyə düşkün olurlar. Ailə onlar üçün ilk belə deyim də ön planda olan ailədir. Onlar belə deyim belə deyim də ailəyə qarşı məsuliyyətli olurlar. Amma bəzən 6'lar o qədər ailədə fədakar olurlar. Onun qarşılığını ala bilmirlər. Məsələ budur. Çox fədakar olurlar, amma qarşılığını ala bilmirlər. Və etdiyi fədakarlıqlardan, etdiyi o belə deyim də öz vəzifəsində, ailə qarşısında olan vəzifəsində həzz alan insanlardır. Hər kəsə yardım etmək arzusu ümumiyyətlə yanlış dəyərləndirilə biləcəyindən diqqətli olmalıdır. Yardıma həqiqətən ehtiyacı olanlara yardım etməlidir. Ümumiyyətlə, mən düşünürəm bu tək 6'lara aid deyil, bütün hər birimizə aiddir. Bir insan əgər bizdən yardım istəmirsə, biz ona qətiyyən yardım etməməliyik. Yəni bu mən bunu həqiqətən bu elmdən sonra öyrəndim və həyatımda da tətbiq etməyə başladım. Əvvəl o qədər yəni adi elementar bir şey deyim.
Biri görürsüz ağır yük qaldırır, aparır. Mən ona yaxınlaşırdım ki, sizə kömək eləyim. Verin sizə kömək eləyim. Yəni bu əslində doğru bir şey deyil. Bu insanın bir növ özdəyərsizliyidir. Yəni insan birinci özünə dəyər verməlidir. Düzdür, o mərhəmət hissi demirik, mərhəmət hissimizi öldürək bu vaxt. Xeyr. Mərhəmət hissi öz yerində bayaq dediyim kimi hər şey qədərində olduqca gözəldir və daha çox dəyərlidir. Altıların olumsuz tərəfi artıq məsuliyyət belə deyilmə başını ağrıda bilər. İnsanların ondan sui-istifadə etməsinə səbəb ola bilər. Axı dedi, onlar çox fədakardırlar. Kömək etməyi sevərlər və insanlar da çevrəsində olan insanlar bundan sui-istifadə edərlər. Müsbət tərəfləri nədir? Ətrafında etdiyi yardım artığı ilə geri dönər. Yəni nə etsə, o etdiyi yaxşılıq mütləq şəkildə ona artıq şəkildə geri dönər və tez bir zamanda geri dönər. Evliliyində çox dəngəlidirlər və uşaqlarını çox sevərlər. 6 enerjisi olanlar. Bütün insanlıq ehtiyacı olduğunda insanlar ona axtarar və onları xoşbəxt edər. Maddi ehtiyacları hətta ailənin özəl mülkündən belə başqalarına yardım etməkdən çəkinməz. Ümumiyyətlə altılar, 6 enerjisi olanlar sənətə yaxın ola bilərlər və sevəcəkləri göstəriş edəcəkləri bir evə sahib olmaq istəyərlər. Musiqiçi ola bilər, rəssam ola bilər və yazar ola bilərlər. Yəni bir insan bəzi ola bilər, şair deyil, amma onun o qədər gözəl yazarlıq bacarığı var. Hekayə yazarmı, şeir yazarmı və yaxud da gözəl cümlələr səhifələrə tökər. Bu insanın altının verdiyi enerjidir ki, o insan onu bacarır. Sonra iş mövzusunda bu insan başqalarının ehtiyacına xidmət ediləcək işlər uyğundur. Misal üçün, başqalarına xidmət etmək nə ola bilər? Bir həkim ola bilər, başqasına xidmət edir. Bir müəllim olar, öyrədir, o da xidmət edir. Psixoloq ola bilər, insanlara xidmət edir, psixoloji olaraq dəstək göstərir. Və bu insanlar həmçinin incəsənət sahələrində də uğur qazana bilərlər. Sonra keçək 7. 7 varmı Sevinç xanım? 7'miz varmı burada? Var müəlliməm, mən yazmışam. Aha, Bir nəfər var, Müsalə xanım. hə, Bəli, Misal bəli. xanım, 7'lər necə olur? 7'lər ümumiyyətlə sirli insanlardır. Sevdiyim rəqəmdir bu arada, ən sevdiyim rəqəmdir. Nə gözəl. 7 mənim də sevimli rəqəmimdir. Amma bir o qədər də bəzən zəhləm gedir 7-dən, çünki həyatımda olumsuz hadisələr 7 rəqəmi ilə bağlıdır. Biraz da olumsuzdur. Bu insanlar sirli insanlardır. 7 enerjisi olanlar intellektual səviyyəsi yüksək olur və çox biraz da dalğın insanlar olur. Fərqlilik 7'lerin, 7 enerjisi olan insanların dünyasıdır. Fərqliliyi sevir. Nə etsələr də fərqli olmağı sevərlər. Hər şeyi, yəni belə deyim də, ilkə imza atmağı sevərlər ki, bunu mən yaratdım. Doğrudur müəllimə, tam doğrudur. Bəli, və bu yöndə də fərqli hərəkətlər edər, başqalarının onu anlamasını çətinləşdirər. Onun o fərqliliyini. Düşüncələrim də müəllimə, sözünüzü kəsirəm. Baxıram ki, çoxluq başqa şey düşünür, mən amma tam başqa şey. Aha. Fəlsəfi yanaşmağı sevirəm hər Çünki şeyə. siz Amma onlar fərqliliyi sevirsiniz və bu da sizin çevrədən sizi anlamalarını belə deyim çətinləşdirir. Olar. Aha. Bu da belə deyim də sizin Vüsalə xanım öz düşüncələrinizə rəğmən bunun üstünlüyünü yaşaya bilmirsiniz. Yəni o fərqliliyin üstünlüyünü yaşaya bilmirsiniz. Ki bir növ həvəsdən düşürsünüz də. Sirli davranaraq, dünyanı öz gözlərinizdən görən, sevimli bir incə insansınız. Yəni bilirsiniz necədir? İnsan sizinlə oturar, illərlə söhbət edər, dostluq edər, yaxınlıq edər. Amma yenə də sizin haqqınızda tam məlumat əldə etməz. Çünki sirli insansınız. Tam özünüzü aşkara çıxarmarsınız. Müəllimə, dostum yoxdur. Həmişə deyirlər ki, ətrafdakı istəyirik sənə yaxınlaşmaq, elə bir ki, bir divar hörmüsən də özünə qarşı. Həqiqətən də elədir. Elədir. Tam olaraq Aha. ürəyimə yaxın yoxdur adam. Bəli. Öz yaratdığınız dünyanı sevirsiniz Vüsalə xanım. Lakin günlük həyatla bağlantınızı kəsməməyə diqqət etməlisiniz. Sizin olumsuz tərəfiniz nədir? Soyuq münasibət, məsafəli münasibət,
Biraz özünü bəyənmişliyi var. Qaramsar ola bilərsiniz. Ən pisi də ümumiyyətlə Düzdür. 7 enerjisi olan Qaramsal insanlar deyiləm müəllimə. necə? Pozitiv fikirləşənəm. Qaramsal deyiləm, pozitiv düşünənəm. Amma biraz da şir bürcü, biraz da bu özünü həqiqi hiss edirəm də. Yəni biraz içdən gələn var belə. Bəyənmişlik ya nə bilim. Aha. Dedikləriniz hamısı aid. Amma qaramsarlıq tez itir də Qaramsarlıq məndə. bilirsiniz necə? Misal üçün bir hadisə baş verər. Sırazı şey deyərsiniz ki, görəsən bu hadisə necə sonuçlanacaq, birdən belə olar, birdən elə olar. Yəni qaramsarlıq bu barədə qaramsarlıq. Hər tərəfini fikirləşirəm, düzdür. Aha. Və ümumiyyətlə 7-nin ən pis cəhəti bilirsiniz nədir Vüsalə xanım? Dünya ilə əlaqəni kəsirlər. Yəni özlərini bu dünyaya aid hesab etmirlər. Yəni mən bu dünyanın adamı deyiləm. Fikri daha çox onlarda özünü göstərir. Və müsbət tərəfləriniz nədir? Əlaqələriniz çox dərin olur. Hər insanla əlaqə qurmarsınız, amma qurduğunuz əlaqələr mütləq şəkildə dərin olur və mənalı olur. Qavrama qabiliyyətiniz çox yüksəkdir. Bayaq dedim, intellektual. Sizin yəni açar sözləriniz fərqlidir, intellektualdır. Ümumiyyətlə 6-cı hiss sizdə olduqca çox qüvvətlidir. Hiss etmə. Elədir müəllimə. Nə dedinizsə həqiqətən aiddir. Bir insanla münasibət qurmaqda çox çətinlik çəkirəm. Kimsə ürəyimə gəldisə, mütləq ondan həmən gün söz eşidirəm. Yəni yaxşı, pis. Olar ki, illərlə o adamı görmürəm, onun haqqında heç nə eşitmirəm. Birdən elə bil ki, ani ürəyimə gəlir ki, görən o hardadır, görən o neyniyir. Hə, ondan bir xəbər həmən gün ərzində eşidirəm. Amma həqiqətən də çox mənfi cəhətdir ki, insanları çox yaxına buraxa bilmirəm. Mənim özümdən asılı deyil. Elə bilirəm ki, çox məna yükləyərəm o adama və çox sınaram da, qəlbim sınar deyə. Özümdən asılı deyil. Çox həqiqətən əziyyət çəkirəm belə şeydən. Hərdən istəyirəm ki, kiməsə açılım deyim problemimi, ya belə necə dərdləşim də, amma bacarmıram. Elə bilirəm ki, elə ən yaxşı özüməm də öz ürəyimdə bastırmaq. Belə. Ümumiyyətlə, Vüsalə xanım, indi sizə bir şey deyim. Sizə məsləhətim yalnızlıqdan qorxmamalısınız. Yalnız qalmaqdan qətiyyən qorxmayın. Sizin qorxunuz odur, yalnız qalmaqdır, uğursuzluqdur, çətinliyə düşməkdir. Qorxmamalısınız. Bu barədə qorxularınız var? Yox, xeyr müəllimə, xeyr. Bir yolu məsəl üçün gedim, öz bildiyim yol busa, məsəl üçün öz fikrim, ətrafdakıların fikri mənim üçün qətiyyən önəmli deyil. Yəni onu elə bil ki, siz mənim üçün nə önəmlidir ki, Allah qatında, yəni görüm ki, bu şey düzdürsə, dünya ona qarşı gəlsə belə mən öz sakit yolumu gedəcəm. Yalnızlıqdan qorxum yoxdur. Bir insan qəlbimə dəysə illərlə də yəni ona danışmaya bilərəm. Ətrafda elə bir özümə kifayət edirəm kimi gəlir də mənə. Nə Yalnızlıq gözəl. qorxum yox. Qorxmursunuzsa Bəli. lap gözəl. Zaten 7-yə verilən məsləhət odur ki, yalnızlıqdan, çətinlikdən, uğursuzluqdan qorxmamalısan. Aha, Aha. oldu. Və ümumiyyətlə 7-lər maddiyyata düşkün bir insan deyirlər. Onlar yəni az miqdarda da özlərini xoşbəxt edəcək bir gücə sahibdirlər. Az miqdarda bir də əgər məsəl üçün əlimin altında şərait yoxdursa, tutaq ki də bir yerə getməliydim, orada əylənməliydim. Əylənə bilmədim. Evin içində qaldım və o evin içində də o əyləncəni də özüm üçün tapmağa çalışıram da. Mənim üçün əsas andır da. Fikirləşirəm ki, əyləncəni mən özümlə aparıram. Uşaqlarla da beləyəm. Fikirləşirəm ki, başqa cür yanaşımda. Yəni kiçik bir şeylə də çalışıram ki, özümü xoşbəxt edeyim. Düşünürəm ki, xoşbəxtlik ordadır. Özümdədir də, daxilimdədir. Yəni mən onu daşıyıram hər yerə. Aha. Amma şükür yalnızlıqdan qorxmuram. Nə gözəl. Sizə bir sual verim. Siz şeirlərlə aranız necədir? Çox gözəldir. Özüm də şeir yazmışam. Ha. Bir də şeiriyyatı çox sevirəm. Özüm filologiyada təhsil Daha alıram. Bayaq o 7-nin verdiyi enerji də o sizə 7-dən bəli, gələn bir o yol potensialdır. Yəni havadan gəlmir. bəli. Həm tərbiyəçiyəm, həm filoloqam. Tərbiyəçilikdə də Gözəl. həmişə məni şeirlə deyiblər ki, məsəl üçün mənim uşaqlarım çox yaxşı şeiriyyat biliblər də. Qəşəng intonasiya ilə deməyi də öyrədirəm. O tədbirlər hazırlayanda mütləq səhnəcikdə mənə verirlər
ki, orada də bədiliyi daha yaxşı vurğulayıram. Uşaqlara da çox böyük sevgim var. İndi bilmirəm o 7-nin içindədir o ya yox. Çox sevirəm uşaqları. Elə şeiriyyatı çox sevirəm və şeiriyyatı çox oxuyan biri olmuşam. İndi biraz ailə içindən çox olmur, amma vaxtında çox oxuyan olmuşam. Aha, Şeiriyyatı və bizim ailədə də seviblər şeiriyyatı. Amma yəni məndə də var da çox sevgi var. ne güzel. Sonra Sevinç Hanım, bizim yaşam yolumuz 8, 8 olanlar. Evet, Aygün xanımın da 8-i yaşam kodu. Aha, kimden Biz 8'i? Bir tane eğitimsin el kaldıra valideynlik bilər, onu. zəhmət olmasa. Aha, əla. 8'lər. Aha. Memory adlı izləyici də 8-dir. Aygün xanımdır. Mənəm, sizsiz. 4 Aha. nəfərlik. 8'in açar sözün belə deyə 8'i qısa izah elə. Müqavimət, diqqət, dayanıqlıq enerjisidir. İş dünyasının tək rəqəmidir 8. Çox çalışıb hər şeyi əldə edə biləcəyi kimi bəzi risklər də olur. Riskə getməyi sevər. Misal üçün iflas edə bilir ki, bu insan iflas edə bilər bu işin sonunda. Hətta yəni onu belə gözə alır. Hər şeyə rəğmən uğur onun üçün daha üstündür. Əldə etdiyi şeylərdən necə keyf ala biləcəyini də öyrənməlidir. Və 8-in mənfi cəhəti nədir? Hər şeydən keçərək gücü, maddi zənginliyi əldə etməyə çalışırlar. Bunları pis tərəfə, belə deyim, işlətməməlidir. Düşmənca şeylərə, yəni əgər bunu belə deyim də, o maddiyyatı mənfi cəhətə istifadə etsə, özünə düşmən qazana bilər. Belə deyim. Müsbət tərəfi nədir? Özgüvəni, aşırı istəyinin ona uğur gətirəcəyini bilir və baş döndürücü uğurlara çata bilər 8'lər. Yəni o cür enerjidir. Bu seminara başlayanda da ilk dediyim sırf 8 enerjisi odur, xatırlayırsınızsa. Hansı ki o xanım gəlmişdi. Özünü çox zəif, gücsüz hesab edirdi, amma analizdən sonra o bildi ki, onun daxilində o deyib bir canavar yatır. Tam Xarici o adam dünya. yəni heç indiyənə kimi özünü kəşf eləməyib ki, məndə bu var. Mən Xeyr, gözü xeyr. qarayam, riskə Bilirsiniz, o gedirəm. qədər kənardan belə deyim də təzyiqlərə məruz qalıb, təkliyə məruz qalıb. Özünü o bayaq sual verdim ha, insan ən gec kimi tanıyır? Özünü tanıyır. Bəli, özünü tanıyır. Ən gec tanıdığı özü olur. Xarici dünyaya liderlikdə yetərli məmnuniyyət qazana biləcək enerjidir, lakin 8'lerin ruhunun dərininə getmək biraz çətin məsələdir. Ruhları o qədər dərindir. Yəni onu o insanı tam şəkildə anlamaq biraz qəliz məsələdir. Təcrübəli biri olaraq realist və ağla batan bir formada çalışan insanlardır. 8'lər ümumiyyətlə belə deyim, təşkilati işləri sevirlər. Onların təşkilatçı, rəhbərlik şey edib ki, onların tək gücüymüş kimi davranırlar. Rəhbərliyi idarə etməyi sevən insanlar olurlar. Lazımi riskləri almadan qorxduqları zaman uğursuz da ola bilərlər. Yaşamda hədəflərini itirmiş olduqlarını hiss edə bilərlər. Bu nadir hallarda gerçəkləşir, onu da deyim. Lider olduqlarından yaxşı bir həyat yaşaya bilərlər. Yaxşı vəkil çıxar, detektiv çıxar, hakim çıxar 8'lərdən, yaxşı iqtisadçı ola bilər. Alım-satım işlərində uğurlu ola bilər. İnşaat sahəsində, sənayet sahəsində, yəni ümumiyyətlə belə deyim də, məsuliyyət tələb edən işlərdə 8'lerin uğuru daha çoxdur. Sonra keçək 9'lara. 9 kimlər var? Baxaq. 9 kimlərimiz var? 9 bir nəfər yazmışdı. Bir dəqiqə Hı -hı. tapım tez. Sevil Ruhi xanım. xanım. Sevil xanım. Aha. Leyla 9 xanım, Sevil xanım. 9'lar ümumiyyətlə ruhani insanlar hesab olunur. Xeyir-sevər, cəsur, başarılı gücə sahibdirlər, yəni enerjiyə sahibdirlər və onlar öz cəsarəti ilə çevrədə tanınırlar. Yəni çevrədə insanlar onu cəsarətli biri kimi tanıyır. Həyat dərsi açıq fikirlilik, sonra doğuşdan vericilik olmaqları ilə seçilirlər. Ortaqlarına, dostlarına qarşı bu insanlar olduqca əli açıqdır. Lakin
belə deyim də, çox əli açıq davranılaraq özünü yaxşı hiss etməyə çalışmamalıdır. Bayaq dediyim kimi. Altılarda var idi, daha çox fədakarlıq, qurban olmaq lazım deyil. İkilərdə var idi. Verdiyin qədər almağı bacarmalısın. Eynən 9-larda da. Yəni, ay mən paylaşanda özümü çox rahat hiss edirəm. Yox, bu olmamalıdır. Qədərində. Bax, sizə də deyir. Hər şey qədərində. Siz verirsiniz müəllimə, həqiqətən. Aha. Ümumiyyətlə 9-ların mənfi cəhəti nədir? Mənfi cəhəti məqsədlərə çatmaq istəyəcəklər, yəni belə deyim də, məqsədiniz ola bilər, o məqsədə çatmaq istəyirsiniz, amma burada da xəyal qırıqlığına tez-tez rast gələrsiniz. Yəni tam xəyal qurursunuz, məqsəd qoyursunuz qarşınıza, bunu edəcəm, amma bəzən deməyim də çox zaman bu məqsədinizə çata bilmirsiniz, xəyal qırıqlığı yaşayırsınız. Müsbət tərəfiniz nədir? Yardım, anlayış, mərhəmətin tayı tapılmaz duyğular olacağını hiss edirsiniz. Sizə görə, yəni yeganə belə deyim də, ən yüksək duyğular yardımdır, yardım etmək, mərhəmət hissi. Yəni bunlar sizin üçün əvəz edilməz duyğulardır. Həyatınız boyunca zəif insanlar üçün güzəştə gedən bir insansınız. Yəni daim güzəştə gedərsiniz. Belə deyim, bəzi insanlar qarşısındakı insan bir dəfə səhv etdikdə ona həmən silir atır. Siz yox, siz güzəştə gedirsiniz, bağışlayırsınız, yəni bu cür. Və digər insanlardan daha çox özünüz üçün çalışmağınız daha yaxşı olar sizin üçün. Yəni onlar üçün çalışırsınız, tamam. Onlar üçün çalışdığınızın 50%-ni heç olmasa özünüz üçün çalışın. Və olduqca enerjili insanlardır. Yəni bu enerjinizi biraz özünüzə sərf etsəz çox gözəl olar. Dəyərli səbəblər uğruna işqolik də ola bilərsiniz. Mübarizəçi və analizçi insansınız. Təəssüf ki, düşüncəsiz və önyargılı davrana bilərsiniz bəzən. Bu yüzden də siz bəzi halda, çox nadir halda mərhəmət hissini kənara qoyursunuz. Amma gerçək bir 9 enerjisi olan insanlar sevimli olurlar, açıq fikirli olurlar, uzaq görə bilən və ümumiyyətlə yardımsevər bir insandır. Daha çox incə ayrıntılara diqqət yetirərlər. Ümumiyyətlə 9 enerjisi olan insanlar çətin bir həyat dərsi var. Çox çətin həyat dərsləri olur. Ayrıca belə deyim, sevgini, dostluğu, xoşbəxtliyi onlara ehtiyacımız, belə deyim də, ehtiyacınız olmadığında inandığınız zaman tapacaqsınız. Yəni bilirsiniz ki, sizin bu sevgiyə, xoşbəxtliyə ehtiyacınız yoxdur. O zaman siz həqiqətən də özünüzü orada tapacaqsınız. Aydındır. Yəni belə deyim də, tam sizə izah etmək üçün xoşbəxtliyin dalınca siz qaçmayın. Xoşbəxtlik sizin dalınızca qaçsın. Aydındır. Yəni o deyib, psixologiyada da bu şey var. Bir şey kafaya takanda o şey səndən qaçır. Biraz sərbəst buraxın. Biraz boş, o şey haqqında düşünməyin. Həmin şey gəlib zaten sizi özü tapacaq. Ümumiyyətlə 9'lar dünyanın xeyriyyətçi insanı sayılır və elə də olmalıdırlar. Amma yenə deyirəm, limit qədərində, balanslı formada. Özünüzü yoraraq, sağlığınıza zərər verməməyə diqqət etməlisiniz. Ümumiyyətlə, çünki belə deyim də, 9'lar yıxılanda bunun öhdəsindən belə deyim, kimsə gələ bilməz. Yəni onları qaldırmaq biraz çətin məsələdir. Ona görə özünüzə diqqət etməlisiniz, əsasda sağlığınıza. Sizlərdə dərman sektoru, mentor, xaricdə ticarət ola bilər, dövlət işi ola bilər, liderlik, bu sahələr sizin üçün daha uğurlu və münasibdir. Aha. Sevil xanım yazır, mən bəli, düzdür, kaş ola bilsəm. Sizdə 9 ildir, Sevil xanım. Bəli, müəllimə. Aha. Mən özüm psixoloqam, məktəb psixoloqam. Öz otağım 3-cü mərtəbədədir. Aşağı düşürəm ibtidai sinif müəllimələrinin yanına. Aha. Ay, məni görəndə ay enerji qaynağımız gəldi. Yəni Enerji şən oluram. vampirləridir də onlar. Sizin Hə, enerjinizi hə. çəmirlər Deyir sizlə. Bəli, deyir enerji depolamalıyıq səndən. Hardasan? Mən aşağı düşməyəndə zəng eləyib deyirlər ki, gəl düş aşağı. Onların amma yanından yuxarı qalxan kimi özümü bir növ ağır hiss eləyirəm. Elə bilirəm ki, enerjimi paylamışam onlara.
Elədir. Sevil xanım, indi sizə bir şey deyim. Siz çox yox, bir həftə məşqdə olanda öz otağınızdan çıxmayın və yaxud da həmin o belə deyim də, kollektiv içərisinə girməyin. İnandırım sizi, onlar özləri qaça-qaça gələcəklər sizin otağınıza. Çünki onların sizin enerjinizə ehtiyacı var. Hə, direktorun otağından mikrofonla çağırtdırırlar. Məni tapmayanda Hətta direktorun deyirlər ki, mikrofon. Sevil. Hə, mikrofonla çağırırlar. Aha. Başqa bu sahədə sualı olan varsa sualını verə bilər. Məhəmməd, dördlər haqqında da məlumat verərsiniz, dörd enerjisi. 4 enerjisi deyim də sizə bir dəqiqə. 4 enerjisi ümumiyyətlə qısa deyəcəm. 4 enerjisi 3 mən dedim, misal üçün dişil enerjidir. Yəni qadını ifadə edən enerjidir. 3 enerjisi, 4 enerjisi isə eril enerji daha yüksək olur bu qadınlarda. Təbii ki, siz qadınsınız. Siz əgər yaşam yolunuz 4-dürsə, sizdə eril enerji yüksəkdir. Biraz bilirsiniz necədir burada. 4 olan qadınlar həyatda ya atası ilə, ya qardaşı ilə, ya yoldaşı ilə, yəni bir sözlə kişilərlə imtahan olunur. Bilirsiniz nəyə görə? Çünki dördlərdə qadınlarda eril enerji yüksəkdir. Bir kişinin sözünü götürməz. Ona görə o kişilər biraz çatışmada olurlar. Ona görə də biraz o dişil enerjinizi artırsanız daha məsləhətli olar. Yəni adi bir şey deyim. Sizin adınız necə oldu? 4 enerjisi olan xanım kim idi? Mən istəmişdim dördü enerjisi, qızım dörd enerjisi Ləman çıxdı. xanım. Qızınızdır. Ləman xanım, bu uşaq neçə yaşı var bilmək olar? 9 yaş. 9 yaşı. O biraz belə deyim, ağır qaldırmaq, belə necəmi, fiziki işlərə meyillidir. Bəli. Hə. Çox. Yəni bir qadın qadının xəritəsində 4 varsa, bu onun enerjisinin yüksək olduğunu bir adi bir şey. Fiziki misal üçün kişi götürər evdə çəkiclə nəyisə mismar vurar, balta ilə çəkiclə mismar vurar, deyə ver mən vurum. Əlində yük aparar. Deyər ki, Mən bir kömək edin, deyər yox özüm daşıyaram. özüm hər şeydə Bu qadınlar biraz o bir mərtəbə tık aşağı düşməlidirlər. Qadın enerjisini yüksəltməlidirlər. Adi bir şey. Misal üçün, bu 4 enerjisi olan qadınlar evdə o gördüyü kişi işlər, kişiyə aid işlər var. Onu elə kişinin öhdəliyinə buraxsa, onlar yavaş-yavaş öz qadın enerjisini yüksəldəcəklər. Adi bir şey deyirəm, yəni nümunə olaraq. Təbii ki, o dişil enerjini artıran bir çox seanslar olur. Yəni müəyyən necə deyim, terapilər olur falan. Adi gündəlik həyatımızda da dediyimiz kiçik, yəni bunu edə biləcəyimiz bir şeydir. Kişinin işini qoyun kişi görsün də siz niyə görürsünüz ki? Yəni o zaten kişinin işini siz görəcəksə o kişinin orada nə işi var? olmalı. Aha, Təranə xanım mənim pul kanalımda 4 vardı. Gülnar xanım pul kanalı tam fərqlidir. Oradakı 4 bu enerji deyil. Biz burada yaşam yolla danışırıq. Hər sahənin münasibət kanalında bir fərqlidir o enerji. Sonra övladlar kanalı olur, ailə kanalı olur, ata nəsli olur, ana nəsli olur. Orada yəni bir mövzu deyil də, bir neçə mövzudur. Orada hərəsində fərqli-fərqli olur o enerji. Yəni biz burada hal-hazırda yaşam yolumuzdan danışırıq. Tərənnə müəllimə, eyni kodlar, məsəl üçün 4 dedik, indi 4-ü sadaladınız. Məsəl üçün münasibətlər kodumuzda çıxsa, pul kodumuzda çıxsa, yenə eyni enerjini verir bizə. Yox, elə onu deyirəm, xeyr. Orada hərəsində fərqlidir. Biz sadəcə olaraq indi yaşam yolundan danışırıq. O yaşam yolunda olan enerjini mən sizlə paylaşıram. Onlarda tam fərqlidir. Pul kanalında fərqli olur, münasibət kanalında fərqli olur. Orada övladlar var ki, sən necə övlad olmusan, sənin övladların sənə nə öyrətməyə gəlir, sən valideynlərinə övlad olaraq nə üçün bu ailəyə verilmisən. Yəni orada hər bir bölmədə o enerjilər, o rəqəmlərin müxtəlif enerjiləri var. Yəni eyni enerjilər deyil.
Ona görə də Yaxşı, belə bir sual verim. Bir adam başdan ayağa özünün bütün kodlarının analizini çıxartmaq istəsə, buna nə qədər vaxt gedir? buna sizə deyim, rahat 5-6 saat vaxt aparan bir prosesdir. Hı. Orada sizə deyim, bir 80-dən çox hesablamalar gedir. Və maraqlısı bilirsiniz nədir? Bu hesablamalarda maksimum dərəcədə o qədər diqqətli oluruq. Çünki orada yanlış adi bir rəqəmi belə bizim üçün çox dəyərlidir. Yəni biz o bir rəqəmi səhv etsək, bu insana səhv informasiya veririk və səhv informasiya verəndə avtomat o insanın şüuraltısına təsir edir və onu bütün gün fikirləşərək olmayacaq bir şeyi həyatına çəkir. Hı. Ona görə numerologiya çox dəqiq elmdir. Ümumiyyətlə analizlərdə belə deyim, bizdə deməli klassik numerologiyadır, karma numerologiyasıdır və tali matrisasıdır. Klassik numerologiya, daha doğrusu karma numerologiyası, yəqin ki məlumatınız var, insanın ruhunun keçmiş yaşamda nə həyat yaşayırsa odur və o insanın yaşadığı, yəni ruhumuzun keçmişdə yaşadığı həyat bizim həyatımıza indi necə yansıyır, öz təsirini göstərir, o deyirik, karmanı yaşayırıq. O bəzən olur, Hı. axı mən neynəmişəm ki, bu hadisə ilə qarşılaşdım. Mən axı kimə pislik eləmişəm. Xeyr, sən oturub analizində baxsan, ruhunun keçmiş yaşamı necə olub? Bax, onda artıq insan bilir ki, nəyə görə mən bu hadisə ilə qarşılaşdım? Bir ruh 9 dəfə dövr edir dünyada. Bir insan bədənində həyata gəlir, o insan dünyasını dəyişir, növbətdə və tam 9 dəfə bir ruh. Dində də Və bu varmı? bəli. Və bu insan, bu ruh, belə deyim, hər həyata gəlişində əvvəlki həyatda etdiklərinin şərt deyil, pislik edib, pisliyin yox. Yaşlı edib, yaşlının da qarşılığını alacaq. Aydındır. Hı. Aha. Ruhumuzun günahlarının cəzasını çəkirik də onda biz. Biz deyərkən yox, indi siz niyə həmişə deyərkən niyə sırf neqativə köklənirsiniz ki? Bəlkə yaxşı insan olub. Hə, yəni ruhumuzun Yəni etdiyi işlərin onun qarşılığını fərqi yoxdur. görürük. Etdiyi hər bir şey istəyir yaxşı olsa, istəyir pis. Hı hı. Və bir dənə bir şey də var, sizə bir söz deyim. Bu analizdə karma dönəminin bitdiyi yaş olur. Biz onu da çıxarırıq. Yəni hansı ki o yaşa qədər, misal üçün məndə tutaq deyir 42 yaşda Təranənin karma dönəmi bitir. Yəni 42 yaşa qədər mən ruhumun keçmiş yaşamda yaşadıklarını yaşayacağam. Etdiklərini, o deyir, tökdüklərini yığacağam. 42 yaşdan sonra mən özümün həmin öz yaşantımda olanları bir-bir başlayıram cavabdehliyini daşımağa. Öz tökdüyümü, belə deyim, öz doğulduğum gündən bu yana 42 yaşına qədər nə yaşamışam, nə yaşatmışam, onları bir-bir yaşamağa. 42 yaşdan sonra. Hı. Doğrudan Bizim ruhumuz bizdən çıxıb bir digər bədəninə də, yəni bir digər mərhələyə gedəndə, məsələn deyək də sizdə 42 yaşından sonra etdiyiniz əməlləri daşıyacaq özü ilə o zaman. Xeyr, 42 yaşa qədər mən ruhumun keçmiş yaşamdakı həyatını yaşayıram. Aha, İrəli siz ora yaşayıram. qədər 42 yaşdan yaşadınız. sonra mən öz doğulduğum vaxtdan bu yana qədər ruhum nə yaşayıb, nə edib, yaxşı pis. Artıq 42 yaşdan sonra o karma dönəmi bitir. Mən artıq öz yaşadıqlarımı yaşayıram. Və təbii ki, hər kəs o yaş fərqlidir, onu da deyim. İndi sizə bir şey də deyim. Burada sizə sual çıxa bilər ki, ay Təranə müəlliməm, tutaq 2 aprel 1991-ci ildə o qədər adam dünyaya gəldi. Bunlar hamısı eyni həyatı yaşayır? Xeyr. Baxın, bu analizdə hər kəsin tam fərdi şəxsi olur. Çünki burada tək doğum tarixinə işləmirik biz. Burada insanın adında, soyadında, hətta onun vəsiqədəki adı nədir, həyat yoldaşının soyadı, vəsiqədəki soyadı nədir, həyat yoldaşının soyadı nədir? Yəni hər bir o hərflərin belə xüsusi enerjisi var ki, hamısını cəmləşdirib, yəni sırf o insanı özə. Tamam, 0204-1991-də 5 dənə insan ola bilər. Bu 5 insanın 5 daxı Təranə Ağabəyova qurban qızı deyil. Aydındır. Soyadı Bəzən dəyişimində nəsə o bir bəzən təsiri var mı insanlar sonraki enerjiyə? necə?
soyadı dəyişiminin sonradan insan həyatının Bəli. Bax, enerjisini misal səbəb. üçün Sevinç xanım, bu analizin müsbət tərəfi nədir? Bir insan gənc xanımda ailə quracaq. Bu insan tərəddüd edir. Mən yoldaşımın soyadını götürüm ya yox. Biz artıq onun analizdə baxırıq çakra balanslaşdırmasına. Ata soyadından baxırıq ki, bu ata soyadında olanda, çünki adi bildiyimiz bu şəxsiyyət vəsiqəsində yazılan ad soyad, orada da yazılan tarix belə bizim həyatımızda çox köklü dəyişikliklər edir. Və siz bilirsinizmi ki, yazmanın gücü olduqca, yəni enerjisi çox yüksəkdir yazmanın. O deyir, bir problem olanda o problemi siz kağıza yazın, əmin olun ki, problemin 50%-ni həll Həll edəcəksiniz. olunsun. Bəli, vəsiqədə ona məsəl üçün keçmiş zamanlarda problem nə idi? Vəsiqənin doğulduğu vaxtda yazılmırdı. Bir gün gec yazılırdı, tez yazılırdı, bir ay gec yazılırdı. Yəni bu şeylər, bu birbaşa insan həyatına təsir edir. Aydındır. Yəni bu insan, misal üçün mən götürüm bir insan doğulub, mən misal üçün də doğulmuşam aprelin 2-si, valideynim sağ olsun gedir yazdırır mayın 2-sinə mənim doğum tariximi. Bu insan birbaşa həyatına təsir edir. Artıq o yazılır. Necə təsir eləyir müəllimə? Məndə də eyni İndi şey. elə 3 gün elə mən sonra yazılmışdı. onu soruşacaqdım. Tərənnüm müəllimə qısa bir haşiyəyə çıxım. Aha. Deməli, mənim atamın metrikasında əslində doğum tarixi başqadır. Anası deyir mart ayında doğulubdu, amma martın hansı günü doğulub heç kimə dəqiq məlum deyil. Biz adətən gah dedilər 1 idi, gah dedilər 3 idi. Sənədin birində 1 yazılıb, 1 mart, birində 3 mart yazılıb. Biz də adətimiz üzrə, məsəl üçün mən 30 yaşıma kimi atamın ad günün 1-dən 3-ünə qədər qeyd etmişik, həmişə 3 gün arda-arda. Aha. Sonra sənədlərin birində təsadüfən çıxdı ki, martın 15-i imiş sən demə bunun ad günü. Biz bunu son 6-7 ildir bilirik ki, martın 15-i çıxıbdı. Və təsadüfən mənim əlimə nigah kağızı keçəndə, nigah kağızı ilə bağlı hansısa bir ərizə idimi, nə idimi, orada atamın doğum tarixinin noyabr ayı olduğunu gördüm. Aha. Hər sənəddə bir başqa tarixdir. İndi bax bu kişinin həyatına təsiri necə olacaq? Yox, Adamın indi bir şey 70 var. yaşı var Şərt deyil artıq. ki, o mənfi təsir edəcək. Onu deyirəm. Baxın, misal üçün o soyad məsələsində götürüm, Sevinç xanım. Biz analiz edirik. Baxırıq ki, bu ata soyadında bunun çakralarına ciddi şəkildə təsir edir. Boşluqlar. Amma bu digər yoldaşının soyadını götürəndə artıq baxırsan ki, onun çakralarında hansı boşluqda olan, çuxurda olan çakralar ki var, onlar onu aktivləşdirir. Həmin soyad onun həyatına müəyyən qədər artıq enerji ötürür, müəyyən enerjiləri ötürür və o çakralarda balanslaşma yaranır. Tamam. İndi Onda misal bir dənə də üçün, belə sual verim Tərənnə xanım. Məsələn, biz atamızın atasının soyadında yox. aha, Qızlıq soyadımız atamızın soyadı deyil. Məsəl üçün mənim qızlıq soyadım babamın adıdır. Atamın soyadı deyil, atamın atasının soyadı deyil. Bizdə əmi uşaqları hamımız babanın adı ilə gedirik. İndi evlilikdən sonra dəyişmişəm, təbii ki, yoldaşımın soyadındayım. Amma hamınızın tanıdığı, istifadə elədiyim ad atamın adıdır. İndi mən atamın özünün soyadı ilə getmirəm. Atamın atasının adı ilə gedirəm. Bəs bunun təsiri nədir? Bunun təsiri sizin vəsiqədə olan nədir? Soyadınız. İndi hazırda yoldaşımın soyadıdır. Yox, budur. Siz onları qoyun qırağa. Hal-hazırda siz yoldaşınızın soyadının enerjisini daşıyırsınız. Yaxşı, Həyatınıza yoldaşımızın çəkirsiniz. soyadına qədər olan soyadımda bəs? Onu baxmaq lazımdır da. O soyadda siz əvvəlki soyadınız sizin həyatınıza nə kimi, misal üçün də o çakralarınıza nə kimi təsir olub və yaxud da indiki soyadın, yəni o fərqi tutuşturmaq lazımdır. Misal Uzun üçün bir prosesdir belə bu bir yəni. şey olur. Bəli, o çox uzun prosesdir. Misal üçün bu cür müraciət edən insanlarda biz hər iki soyada baxırıq. Yəni məsləhətdirsə deyirik, hə, götürməyin məsləhətdir. Çünki bu sənin həyatında misal üçün də qəlb çakranı açacaq. Misal üçün kök çakrana ciddi şəkildə yaxşı mənada təsir edəcək. O soyadda olan hərflərin enerjiləri. Aydındır. Aha. Çox sağ Ona olun. görə də Buyurun. yəni bundan sonra misal üçün indi biz o da bizdən keçib. Müəllimə, mən eşitmişəm ki, yaxşı, bir daha xeyr. Mən eşitmişəm ki, bu kəsrvi olan, keysəriyyə əməliyyatına olan uşaqlar var. Bunlarda da fərqli yolda bu çakraları hesablamaqda çətinlik çəkirlər.
Hə, məsəl üçün məndə qızlarım öz Aha. yəni necə təbii yolla gəliblər. Hə, oğlum amma çəki çox idi deyən üzr istəyirəm də, yəni biraz doğuşa tezləşdirdik. Bunun nə təsiri var? Yəni o özü gəlməyib də bir növ. Biraz Tarix, müdaxilə var. Bunun Bilirsiniz, təsiri tarix önə varmı? çəkilib. bir Tarix önə dənə çəkilib. Vüsal xanım, bir dənə bir şey deyim sizə. Yadınızda saxlayın, doğum tarixi, ölüm tarixi dəyişməz. Yəni o tarixi siz seçməmisiniz. Bu insan, bu övlad bu tarixdə dünyaya gəlməlidir. Siz onu seçməmisiniz. Qeysəriyyə sadəcə səbəb idi. Mən adi bir şey deyim. Mən də üzr istəyirəm. 2023-də ikinci qeysəriyyə əməliyyatı keçirdim. Yəni məndə belə deyim, martın 3-ü övladım dünyaya gəlir. Mənə hardasa martın axırına vaxt deyilmişdi. Mən inandırım sizi, martın 3-ü getdim. Mən o təbii doğuş sancısını orada yaşadım. Yəni artıq uşağın gəldiyini mən orada hiss etdim. Əməliyyatdan 1 saat qabaq hiss etdim ki, bu uşaq gəlir. Yəni doğum tarixi dəyişməz. Bəşəriyyət Demək təsiri yaranmamışdan yoxdur da qabaq. onda. O Necə? yalançı. Onda demək təsiri yoxdur. Çünki Xeyr, yalan xeyr, söhbət. qətiyyən təsiri yoxdur. Yəni bu, Məndə də yəni siz 29 deməyin ki, səbəb bunu mən işləyirəm. seçdim, bu tarixi mən seç. Xeyr, o Düzdür. tarixi siz seçmədiniz. Bu tarix Məndə də 27 əvvəldən səbəb işləyirəm. yazılmışdı. Mən həkimə dedim ki, mən özümü hazır hiss eləmirəm. Gedirəm hazır hiss eləyəndə 30-u səhər dedim, dedim mən gedirəm. Amma belə Hə, yox. O tarixi biz seçmirik. Biz seçdiyimizi düşünürük. Əslində o tarix öncədən seçilir. Fərənə müəllimə, Bəli, axşamınız xeyir. hər Bir vaxtınız. sualım var. Buyurun. Dediniz ki, yəni insanın 9 dəfə dünyaya gəlmək üçün ruhu olur da. Elə bir hesablama var ki, artıq biz bilək ki, tutalım, axırıncıdır. Axırıncı ruhdur. yox, yəni Ha, məndən gəlmir. tutarıq. Yox, onu biz Hə, bilə mənə bilmərik. tutar. Hə, Yox, elə yox, onu hesablama biz bilə yoxdur. bilmərik. Xeyr. Hə. Yəni o mənə maraqlı idi Hə, həmişə ki, yox, yəni yox, o onu biz bilə məlum bilmərik. olurmu? Xeyr. Hə, onu biz Yəni bilmirik. onun bir Axırıncıdırmı, elmi yoxsa hələ araşdırması yoxdur ki, bu birincidirmi? ruhun, yəni 9-cu gəlişidir, ya neçənci gəlişdir, O onu biz hesablama bilə yoxdur. bilmərik. Elə bir açıqlama yoxdur, xeyr. Elmi Onda bu araşdırma. reinkarnasiya dedikləri şeydir də. Ruh bir bədəndən başqa bir bədənə Bəli, keçir. Ümumiyyətlə həqiqətdir də. Bu varmı belə bir şey? həqiqətdə var. Kinolarda Bəli, görürük həmişə. var, var. Səndən Hətta mən belə bunun bir şey üçün bir eşidəndə, aha. həmişə mənə maraqlı gəlib ki, görəm mən yadımda saxlaya bilərəm. O bəzən İndi olur, sizin yadımda adınız saxlayım necə ki, oldu? bundan sonra nə olacaq? Sizin Aygün adınız necə xanımdır oldu? deyəsən. Aygün xanımdır. Hə, Aygün. Aygün xanım, bəzən olur Aygün. insan hər hansı bir hadisə ilə qarşılaşır, deyir, mən bu hadisəni haradasa görmüşəm. Hə, Bəli, Zeynəli bəli. yaşadıb. Mən Baxın, yaşamışam bunu. o keçmiş yaşamı, ruhumuzun keçmiş yaşamında şüur altında qalan hadisələrdir. Hə. Hı. O Mən çox o yaşayıram o onu. da var. Hə. Bir də xanım bayaqları dedi ki, mən bir insanı düşünürdüm, həmin insan haqqında məlumat aldım həmin günü. Mən belə bir nəticəyə gəlmişəm ki, qəlbdən qəlbə bir körpü var. Əlavə olaraq da şuuraltı həmin adamda, həmin anda məni fikirləşib. Ona görə onu mən düşünmüşəm, Var məni də elə o bir şey. düşünüb. Düzdür, Elə bir şey düzdür. var. Hə, düzdür, mən də eşitmişəm. Həqiqətən var. Hətta Var. həmin Yəni adamı yuxuda görəndə də o bizi düşünürmüş deyə bizim Aygün bəli, xanım, deyir. indi bir şey deyim. Mən seminara başlayanda nə dedim? Hər şey enerjidir. bəli, Siz bəli, misal enerji üçün, ötürdük. bəli, siz bir insan haqqında düşünün, avtomatik o insana enerji göndərirsiniz. Ya o Həqiqətən. insan Ya da gələcək, o, ya sizə zəng ya da eləyəcək, o, ya o sizi enerji axtaracaq, ötürür. ya sizə durub gələcək. Yəni Bəli. enerjinizi ötürürsünüz. Ev ki, o deyil, bir insanı unutmaq istəyirsinizsə, Adətən, onu yadınıza salmayın. O haqda düşünməyin. Əgər bir insanı hə, özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, adətən insanlar onu öncə görməklə falan belə qarışdırırlar. Mən uzaq gördüm də, yo, uzağı yo, yo. gördüm. Öncə görülür Amma elə deyil bir o. şey deyil. Enerjidir. Sadəcə Məsələ enerji. enerji ötürüldü. Bəli. O mənə ona. Bəli, bəli, Elə bir eynən. şeylər var. Enerjidir. Bir O insanı enerjilər zaten necə Allah, kəsək yaxşı? insanları zaten bir-birinə Allah bağlayan da həmişə enerjidir. Allah Sizə həmişə yaxşı enerjiləri ötürməyi bizə nəsib eləsin. amin. Yaxşı İndi enerjiləri bir dənə bir almağı. şey deyim. İnsan həyatında olan bütün hadisələri, həyatında olan bütün insanları öz enerjisi ilə çəkir. İnsanın enerjisi nə qədər yüksək, müsbət olarsa, inanın ki, yəni pis insan deyə bir şey yoxdur əslində. Bilirsiniz də, pis insan anlayışı yoxdur. İnsan sadəcə olaraq öz enerjisinə uyğun insanları yanına çəkir.
mən Ona elə bil görə də ki, niyyətimizi, enerjimizi yüksək tutmalıyıq, niyyətimizi təmiz bəli, eləməliyik ki, daha mən gözəl şeylərlə bilmək rastlaşaq. istəyirəm ki, həmişə mənə maraqlı olub da, mənim həyatımda olan insanlar, kontaktımda olan insanlar var ki, onların darda olduğunu mən hiss eləyirəm və hansısa bir yolla mən onlara zəng eləyirəm, mesaj mı yazıram və onlara dəstək oluram, o vəziyyətdən onları çıxardıram. Siz 7 O mənə enerjisi olan xanım vergidir. idiniz. Yaşam Onu yolu elə bil 7 ki, idi 8. sizdə. Xeyr, 7 mən idim. 8. 8 8. idiniz. Aha. Mən yəni o Mən insanların hamısının elə bil ki, köməyinə çatıram. Elə bir o missiya mənə verilib. Mən bunu eləməliyəm. Mən onlara dayaq durmalıyam. Mən onlara bu sözü Allah mənə dedizdirir. Mən bunlara bu sözü deməliyəm və onlar bunu eşidib həyata dönməlidirlər. Bu belə bir şeylər yaşayıram. Siz deyərdim ki, öz iç səsinizdə biraz məşqlər edin. Oradan İç səsinizdə məşqlər edin. çox qəribə Və enerjim var. ona Yəni inanın. inanıram Aha. və inanıram insanlara bu dəstəyi olduqca da özümə elə bil ki güc-qüvvət toplayıram. Çox qəribə bir şeydir. İnsanların sanki yaxşı duaları məni xilas eləyir. Hal-hazırda çox ağır bir xəstəliyim var. Allah şəfa Yəni versin. mən Allah 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 şəfa versin. Allah çox sağ kömək olun. olsun. Allah'a min kömək olsun. O dualar məni ayaqda saxlayıb. Yəni elə bir Duanın şey var. enerjisi çox yüksək. Siz Çox bilirsiniz ki, yüksəkdir. dua bir hədisdə də gəlir, dua qədər dəyişdirir. Bəli. Bəli. Duanın enerjisi yüksək və bir şeydə deyim, xəstəlik deyə bir anlayış yoxdur əslində. O İnsanın insanın beynindən asılıdır. Şuurundan insanın asılıdır. Bəli. dediyimiz bu fiziksel bədənində toxunduğumuz bədən Bəli. insanın özündən 4 qat artıq enerji bədəni var. Belə rol deyim, başa salın, tutaq bu insandır. Bu da onun enerji alanıdır. Hər dəfə bir Bəli. duyğu yaşadıqca o enerji alanı dağılır və sonunda fiziki olaraq bədəni zədələyir. Adi bir şey deyib. Bir insan, qarşınızdakı insan deyir ki, mənim mədəmdə problem. Mədə nədir? Mədə birbaşa, mədə xəstəlikləri, qaraciyər xəstəlikləri birbaşa bağışlanmama duyğusunun yaratdığı xəstəliklərdir. Bir insan keçmişə takıntılı qalır, keçmişdə ona ziyan verən insanları Stres, bağışlamır və onun qorxu, kini ilə, həyəcan. nifrəti ilə, bəli, qorxusu ilə yaşayırsa, Bəli. müəyyən zaman sonra o insan əgər o duyğuları bir kənara atmırsa, o artıq o cür xəstəlik olaraq, fiziki olaraq bədəndən çıxır. Müəllimə, toxunmuşkən bu barədə əgər məlumatınız varsa, biraz açıqlayardınız da bu həqiqətən bu duyğuların insan orqanizminə təsirinlə bağlı. Duyğuları insan orqanizminə, misal üçün, nə deyə bilərəm? Hansı xəstəlikdən deyə Məndə zob əmələ gəldi 25 yaşımda Zob, əməliyyat olundu. boğaz xəstəlikləri Vüsalə xanım, birbaşa Mhm. insanın deyə bilmədiklərindən doğur. Adi öskürək. Boğulur. Misal üçün sizə bir şey Boğulur. deyim. Hə, Boğulur insan. sözünüzü deyə bilmirsiniz, içinizə atırsınız, o birbaşa boğaz xəstəlikləri. Adi misal Boğulur üçün, insan. bəzən mən sizə deyim, il yarım bundan əvvələ qədər mən 365 günün belə deyim, pastayanı öskürürdüm. O qədər pis öskürürdüm. Quru öskürək olurdu. Söz ağzımdan açıb adi kəlmə deyən kimi boğazım qıcıqlarında öskürürdüm. Yəni kənardan baxan deyir ki, bunun yəqin ciddi bir xəstəliyi var. Mən artıq inanırsınız, o yox deməyi bacarmayan insan, sözünü deməyi ay bu məndən inciyər, ay görəsən nə olar filan. Artıq onları atdım bir kənara. İnandırım sizə, halbuki məndən soruşan deyir, müəllim xəstəliyi, faran git, müəllim xəstəliyi. Adını da elə qoymuşduq. İnanırsınız ki, mən il yarımdan artıq da öskürmürəm. Soyuq su da içirəm, çox rahatlıqla. Nəyə görə? Artıq baxmıram, ay qarşımdakı inciyər, incimər. Sözümü deyirəm, bitir. Sözümü deyirəm, bitir. Bunun üzrə məncə Azərbaycanda qadınların çoxu məşq eləməlidir. Yox deyə bilməmə. Yox deməmək sənəti. Hə. Bəli, Yəni, çox. Vüsalə xanım, kiçik şeylərdən başlayın. Bir insan gəlsin sizə Yox, mən desin artıq ki, bacarıram, amma əvvəl biraz ailə qurdum və çox belə bir təsadüf var idi. Sanki çox ərköyün bir qız, amma disiplinli bir ailə. Elə bil ki, çox həqiqi dəyişimi qəbul edə bilmirdim.
Ə, 25 yaşımda belə tapdım, amma sürətlə böyüyürdü də. Hətta əməliyyata da getmək istəmirdim. Amma dedilər olmaz da. Sürətlə böyüyürdü. Amma artıq bacarıram. Əvvəl həqiqətən düşünürəm ki, bu tərbiyədən irəli gəlir. Azərbaycanda 70% qadınlar belədir. Yox deyə bilməm mən. Yəni evdən bizi biraz başqa cür böyüdüblər, amma həqiqətən çox insan özü əzilir də öz duyğularından. O yox deyə bilməmə çox pis Bəli, bir şeydir. Yəni psixologiyada da bu çox. barədə çox İnsanı oxumuşam. birbaşa Hə, özdeyirsiniz edir. hə, bəli. Amma indi çox əvvəl belə deyildim. Yəni öz evimizdə heç belə olmamışam. İnsan gəlir başqa bir ailədə, başqa biraz şəkil alır, daha e, yumşaq olmağa çalışır. Öz qabından sanki çıxırsan və Hı bir hı. müddətdən sonra ayılırsan ki, sən bu şəkildə xoşbəxt deyilsən. Sən deyilsən. Elə bil öz o qabından çıxmaq məsələsi var. Və o yerə qaydana qədər xoşbəxt olmuşdu. Amma indi də baş ağrılarım var. O məsələni keçmişik. Hı Və hı. bunlar hamısı o bir etapda əmələ gəlib də. Özüm də deyim ki, nəyəsə çox fikirləşən, dərd edən adam deyiləm, optimistəm. Amma o bayaq sizə o 7 rəqəmi olan xanımam da Hı hı. içimdəki şeyləri heç kəslə paylaşmağı bacarmıram. Girdi Elə bilirəm ki, insansız. bununla əlaqədardır. Və bir də elədir ki, necə deyim, insan ən kim bacım yoxdur, ən anasıyla paylaşa bilər də nəyisə, Özünə ən qapanıqsız. xırda şeyləri. Onu belə deyə bilmirəm ki, ona yük olar. Məsələn, anamı çalışmışam maksimum dərəcədə hər şeydən qoruyum, hər Hı hı. neqativ şeydən. Və ona görə hiss edirəm ki, mən özüm bunun altında əzilirəm. Yəni mesela güclü baş ağrıları mən bilirəm ki, o məndə daxildən gəlir. Ona görə dedim ki, biraz bilirsinizsə bu barədə. İndi sizə bir şey deyim. Baxın, bayaq bir kəlmə dediniz, anamı qorumağa çalışıram neqativlərdə. Adi bir şey deyim. O gün qarşıma bir gözəl video çıxdı. Bunu mən anama göndərdim. Çünki bu mövzunu mən ona tam izah edə bilmirdim. Mənim anam olduqca övladlarına qarşı çox qoruyucu yapısı var. Qoruyur, qorumağa çalışır falan. Mən ona bu videonu atdım. Danışdım. Gördüm, yox, bu insana mən fikrimi çatdıra bilmirəm. Elə həmin vaxtda da təsadüf deyə bir şey yoxdur. Təvaffüqən qarşıma bir maraqlı video çıxdı. Videoda nə idi? Deməli, deyir mən yeniyetmə yaşındaykən gözlərim anidən zəifləməyə başladı və qarşıma bir dua çıxdı. O duanı əlimi gözümün üzərinə qoydum və başladım duanı oxumağa və Allahdan təbii ki, mədəd umaraq. Əlimi gözümdən çəkdikdə o qədər gözəl şəkildə görməm anidən deyib ki, görməm birdən-birə yaxşılaşdı. Və sonda nə oldu? 40 yaşına çatdım, mənim gözüm qəflətən zəifləməyə başladı. Və mən onda anladım ki, bu mənim imtahanımdır. Yəni siz günü bugün ananızı qorumağa çalışırsınız, bunu etməyin. Əgər bir ananız neqativlə, ananızdan getmir, ümumiyyətlə hər birimiz bir xoşa gəlməz hadisə ilə qarşılaşırıqsa, mütləq şəkildə bizim orada öyrənməli lazım olduğumuz şey var. Rəbbimizin bizə öyrətmək istədiyi mütləq şəkildə orada nə isə dərs var ki, bizə onu yaşadır. Belə deyim, valideyn olaraq biz günü bugün övladımız yoldan geçsin, biz onun qarşısındakı daşı götürək, yoluna çıxan daşı götürək. Bir dəfə götürəcək, 2 dəfə götürəcək, düzdür? Əmin olun ki, 3-cü dəfə onun qarşısına ondan daha çox böyük bir daş gələcək. Biz sadəcə olaraq yol göstərməyi bacarmalıyıq. Onu qorumağı yox, sadəcə məsləhət verə bilərik. Və yəni necə deyim, bu insan yaşayacağı şey varsa zaten yaşayacaq. Baxın, numerologiyada dediyim kimi, numerologiya fal deyil. Sadəcə olaraq biz burada nə deyirik? Analizlərdə deyirik ki, ay insan, bax, səndə bu xüsusiyyət var. Bu xüsusiyyətə görə sən bu cür davam edəsən, sən belə bir neqativ hadisə ilə rastlaşma riskin böyükdür. Ehtimal böyükdür. Sən ən yaxşısı gəl bu cür elə. Yəni bunu bu cür dəyişdir. Yəni belə deyək, xəritəni tam açıq qoyuruq. Sizin gedəcəyiniz yolu sizin qarşınıza qoyuruq. Sadəcə seçimi sizə buraxırıq. Ağıllı insan təbii ki, burada fərqindənliyi anlayır. Üç çatışmazlıqlarını düzəldir müsbətə doğru və ona uyğun hərəkət edərək
Özü belə deyim də, həyatın rolu həqiqətən insanın əlindədir. Yəni qismət anlayışı da, qismət anlayışı, yəni insanın əlindədir. Kim deyir ki, ay ailə bu mənim qismətim idi, mən bunu yaşamalı idim. Xeyr, qismət insanın öz əlindədir. Necə ki mən düz indi deyəcəksiniz hicabdadır, dindar. Xeyr, dindar bir insan deyiləm. Hicab sadəcə olaraq mənim mənəvi rahatlığımdır. Yəni dindar kəlməsi də mənə xoş olmayan bir kəlmədir. Hər insanda, hər dinə də hörmətim var. Sadəcə olaraq bir hədisdə var ki, bir gün Peyğəmbərimiz məsciddə deməli, səhabələrlə söhbət edərkən bir nəfər əlində alma ilə girər içəri və deyər: "Ey Peyğəmbər, söylə görüm bu mənim qismətimdirmi?" Peyğəmbərimiz nə deyər? Yesən qismətindir, yeməsən yox. Yəni qismət insanın öz əlindədir. Həm də başqa bir Peyğəmbər sallallahu soruşurlar bir gün ki, Quranın ən xeyirli ayəsi hansıdır? O deyir ki, sizin başınıza nə gələcək? Öz əməllərinizdən gələcək. Bu qismət yazılıb, amma bizim seçimlərimizdə, necə ki, bizim hansı seçimi seçiriksə, o seçim də bizə hansısa bir yolu çəkib gətirir. Və Bəli. əlbəttə ki, insan nəyi seçsəydi, amma mən bu qismətdən də çox, daha çox insanın şüuraltısını insanı sürüklədiyi bir tərəf var. Sanki necə deyim, məsəl üçün mən adi yoldaş seçimində deyim də, bəyəndiyim bir heç kəs fikirləşmir ki, məsəl üçün mənim yoldaşım əli olacaq, fəli olacaq, mən ona qarşı bu münasibəti. Onun insanın beynində bir modeli olur ki, mən bu cür insanla ailə quracağam. Və sən onu bəyənmirsən, bunu bəyənmirsən, belə istəmirəm, elə istəmirəm və o şüuraltın səni aparır. Bəzən də şüuraltın səni o ailədən gördüyün şeylərə görə, yəni o kişi modelini necə görmüsən, əslində doğru olmayan modeldir. Amma bəyənmirsən də kənar şeyləri. Şüuraltı Bəli. daha çox düşünürəm ki, insanı aparır o. Düzdür, şüuraltı insanın Amma həyatdan evlilik təsir qədərdir edir. mən bildiyim qədərilə. Deyir ki, bizim qismətimiz, taleyimiz 3 döngədə bizim qarşımıza çıxır. Doğumumuz, evliliyimiz və ölümümüz. Bu yazılıb. Bu dəyişməyən bir Bəli, şeydir deyə mən belə bəli, bilirəm. bəli. Digər O şeylər bizim cəhdlərimizdən asılıdır artıq. Digər Və taleyimiz amma bizim bir şey də cəhdlərimizdən. deyim, insan qalübəlağı deyirlər, dünyaya gəlməmişdən qabaqki həyat deyirlər. İnsan dünyaya gəlməmişdən qabaq, belə deyim, Allahla bir müqavilə imzalayırlar. Yəni bunu dırnaq arasına xüsusi qeyd edirəm, müqavilə, yəni tam izah etmək üçün fikrimi. Rəbbimiz bizə yaşayacağımız həyatı bizə öncədən göstərir və biz ona o sözü veririk. Sadəcə olaraq bilirsiniz problem nədir? Dünyaya gələndə insan Allaha verdiyi sözü unudur. Allah sənə göstərir yaşayacağın həyatı, edəcəyin seçimləri, hər bir şeyi qoyur qabağına ki, bax, bu həyatı yaşayacaqsan. Razısan? Razıyam. Və sənə söz verirəm ki, mənim həyat missiyam budur. Mən bu missiyanı yaşam boyunca yerinə yetirəcəm. Amma insan dünyaya gələndə nə olur? O yaşam boyunca özünü tapa bilmir. Həyata nə üçün gəlib? Həyata gəliş məqsədi nədir? Nə üçün göndərilib? Vəzifəsini bilmir və o ilə də dünyasını dəyişir gedir. Allaha verdiyi sözü də unudur. Nə gözəl ki, günü bugün, misal üçün, bax, bu numerologiyanın ən çox sevdiyim sahəsi, sözünü açıb, günü bugün mənim bu elmə gəlməyimdə səbəb sırf mənim qarşımda duran vəzifəni müəyyənləşdirməyim oldu ki, mənim bu dünyaya nə üçün gəlmişəm, vəzifəm nədir? Sırf bu yöndə mən bu yola çıxdım və yaxşı ki, çıxmışam. Nə yaxşı ki, Yaxşı çıxmısınız. ki, Nə çıxmışam, yaxşı ki, bu həqiqətən. sahəmizə İnanın, tanısınız. o qədər özümlə bərabər başqalarına bu sahədə dəstək olub, yəni cüzi deməyim də, həqiqətən çox böyük dəyişikliklər olur, fərqindənliklər olur. Ən azından o insan özünü tanıyır. Belə deyim də, o qəflət yuxusuna ayılırsa və bunda mənim bir səbəbim varsa, vəsilə olmuşamsa, inanın, özümün dəyişimindən çox olan dəyişimine daha çox sevinirəm. Çox xoşdur mənim həqiqətən. Bəzən ətrafımızda elə bir adam yoxdur ki, belə mənəvi söhbətlər eləyək, bizi anlasın, yaxud da anlamaq istəsin. Gündəlik o qədər məişət problemləri ilə boğulur ki insan, xüsusən də Bəli. qadınlar yükü. Çox sağ olun. Bir hədisi də Peyğəmbər sallallahu buyurub ki, mən
Allah qatına deyim ki, filankəsi filankəs üçün yaz. O yenə özünə ona uyğun olan. Uyğun burada yəni hərənin o yoldaş seçimində bir sınağı da var da. Bəli. Yəni ancaq ona uyğun olanı yazacaq. Buna da inanıram. Bir də mənəvi rahatlamaqdan danışdınız. Mən həmişə nə çətinlik olsa həyatda bu boğazdan yuxarı demirəm də bir kəlmə, bir şey var içimdə hiss. Düşünürəm ki, Allah mənə ən gözəlini verib. Bu çətindirsə də burada bir öyrənəcək bir şey var. Bir nəticə var. Təbii Yəni bu ki. həmişə mənim ürəyimdə bu sidq qəlbdən olub da və bu mənə çox mənəvi rahatlama verir. Ən ağır məqamlarda belə indi Allah başqa dövlətimizi salamat eləsin, ölkəmizi salamat eləsin. Müharibələrin dövründə də yaşayırıq. Yəni həyatda çıxan problemlərdə bu mənə çox rahatlama verir ki, mən bu baş veribsə, demək mənim üçün ən uyğunu budur. Allah mənim üçün ən gözəlini yazıb. Əlbəttə Elə elədir. Həqiqətən çox elədir. da xoş oldu. Zaten həyatımızda belə deyim, nə hadisə baş verirsə, hədisdə də buyurulduğu kimi deyir, hər gecənin sonunda bir xeyir var. Hər şərin sonunda bir xeyir var. Yəni mütləq şəkildə o bizim xeyrimizədir. Və əgər bir hadisə, o xoşa gəlməyən bir hadisə dəfələrlə həyatımızda təkrarlanırsa, bilin ki, biz oradan, o hadisədən əldə edəcəyimiz, öyrənəcəyimiz nəticəni ala bilməmişik. Rəbbimiz bizə belə deyək, kafaya döyə-döyə öyrədir. Ki, yəni bəndə bunu öyrənənə qədər səndən əl çəkməyəcəm. Və nə gözəl ki, zaten imtahan kimlər olar? Allah sevdiklərini imtahan edər. Zaten sevmədiklərini göz ardı edər. Onu xoşbəxtlikdə boğar. Yəni günü bugün sizə bir önərim də odur ki, mən yəni özüm yaşadığım şeyi demək istəyirəm. İnsan şükür etdikcə inanın daha çox şey əldə edir. Daha çox fəraha yetişir. Nəinki nankörlük etdikcə, naşükür. Misal üçün bugün tutaq da, misal üçün deyim, 5 manat qazanırsın, nə gözəl. Şükürlər olsun. Ayda mən bu 5 manatla nə edeyim deməkdənsə, şükür etsə inanın ki, o qədər gözəl. O 5 manat daha bərəkətli olar, nəinki 100 manat. Sual verin müəllimə. Əlbəttə, buyurun. Çox sağ olun. Bəs bu karma söhbəti ilə tale məsələsini necə qarşılaşdıraq? Əgər biz bu əvvəlki həyatımızın karmasını yaşayırıqsa, bir də dediniz ki, qisməti özümüz yazırıq da, öz ağlımızla, şuurumuzla. Bunu necə başa düşək? Ziddiyyət təşkil edir. Bunu necə? Ziddiyyət deyil əslində. Baxın xanım, sizin adınız necə oldu? Xatirə. Xatirə xanım, biz analizlərdə deyirik, sənin ruhun keçmiş yaşamda yaşantısı bu olub. Bu cür səhvlərə yol verib. Sən bunun etdiklərinin əksini eləməlisən ki, onun yaşantısının, o enerjinin, belə deyim də, onun tökdüyünü yığmayasan. Misal üçün, bizə müraciət edənlərdən bir xanım var idi ki, keçmiş yaşamda bu insan özü olub, fiziki qüsurlu insan olub. Və Bunu biz da bu insana nəyə deyirik düşürmək ki, mümkün? bu insana xəritəsini, təbii ki, bir xəritə deyil də, orada 3 xəritədir, hər birini açırıq. Orada biz ona məsləhət etdik ki, xəritəsinə əsasən siz sırf fiziki qüsurlu insanlara dəstək olmalısınız ki, siz gələcəkdə müəyyən yaşdan sonra o keçmiş ruhun yaşantısını yaşamayasınız, eyni şeyi yaşamayasınız. Fiziki qüsurlu insanlara dəstək şərt maddi dəstəkdən getmir. Onlara mənəvi dəstək olmaq, psixoloji dəstək olmaq. Yəni biz misal üçün günü bugün deyirik ki, hamı uşaq evinə getsin, hamı qoca evinə getsin filan. Xeyr. Xəritəyə görə hər insan hansı əməli edəcəyi orada qeyd olunur ki, onu daha effektivdir. Misal üçün günü bugün mənim həyat missiyamda nədir? Qadınlara dəstək. Sizdə. Qadınlara dəstək olmalıyam mən. Mən belə deyim, necə deyim, dəstək deyərkən bir qadını dinləmək. Misal üçün, mən bu xəritədən qabaq olub ki, çevrəmdə boşanma həddinə çatan xanımlar olub çevrəmdə. Mən yəni onlara fikir mübadiləsi apararaq, biraz təcrübələrindən danışaraq onları o şeydən çəkindirməyə nail olmuşam.
Və artıq mən onun xəritəmlə baxanda mən artıq anlayıram ki, məndə o istəkmi deyim, o canfəşanlıq hardan doğub. Bu mənim həyat missiyamdır. Yəni bu elmi öyrənməyimə səbəb, yəni az bir vaxt deyil, 3 ilə yaxın bir vaxtdır, davamlı hər axşam 3-4 saatlıq təlimlər, kitablar falan. Yəni bu boşuna deyil. Mən sadəcə olaraq bu həyata gəliş səbəbim nədir, missiyam nədir? Mən bu missiyanı düzgün şəkildə yerinə yetirməyim üçündür. Və ona görə də bu elmi öyrəndim. Mənim məqsədim birmənalı şəkildə xanımlara dəstək olmaqdır. Və bu yöndə o deyir, üzümü tutub yola gözümü yumub çıxmışam. Və inanıram ki, Yolunuz hər şey açıq yaxşı olsun. olacaq. Sualıma cavab tapdım, yoxsa yox düşünüm. Düşünün. Yəni Yəni karmadan keçmiş çıxış yaşama eləyərək görə deyirəm, qismətimizi deyirik. yazırıq. Necə? Karmadan çıxış eləyərək qismətimizi yazmış Bəli, oluruq. özümüz yazırıq. Hə, indi aydındır. Hı hı. Bir dənə də sual verim, qısa Əlbəttə. olacaq. Sevinç xanım paylaşanda belə bir şey elan var idi. 33 yaşına qədər öz həyatımızı yaşamırıq. Yəni karmanın yükünü daşıyırıq. Bu deməkdir. 33 Bu yaşına görüşün elanında Sevinç xanım siz paylaşmışsınız deyəsən. Yox? Başqa yerdə Elanda görmüşəm yox, bəlkə. elə bir söz yazılmamışdı zənnimcə. Yox, elanda Mən bir öyle də bir söz təkrar yox idi. baxım, çünki elanı biz Tərənnüm müəllimə ilə də bölüşmüşük. Elə bir səhv eləmiş Xeyr. olsaydı Hə, deyərdim məhz sənə. orada 33 yaşına qədər Bəlkə bu siz məni hardasa cəlb o elədi. məlumatı görmüsünüz. Yox, Yox, başqa yerdə elanda görüblər. olmuyor. Elanda yoxdur o məlumat. Aa, yanılmışam yəqin. Yəqin hardasa qarşınıza çıxa bilər sosialda, amma yox. Hər insandan insana dəyişir. Aa, çox sağ ol. O Elanın da mətn təbii ki, o paylaşımında. hesablamalarda bilinir. Mətni yox, səsli şəkildə idi, səhv eləmirəmsə. Yox, bizdə səsli değildi. Hə, hə, onda üzrlə hesab edin, səhv salmışam. Çox sağ olun. Siz sağ olun. Başqa sualı olan varsa buyura bilər. Elə bir şey var ki, məsəl üçün müəyyən yaşa qədər insan bir cür düşünür, bir cür olur. Müəyyən yaşdan sonra bir cür olur. Məsəl üçün mən elə bilirəm ki, 40 yaşım tamam olana qədər mənim gözümdə pərdə var idi. Hı hı. Qulağımda da pərdə var idi və dilimdə də pərdə var idi. 40-dan sonra bunların hamısı düşdü. Bəli, var. Və bu insan yenə dediyim kimi, eynən bayaq xanımın verdiyi sual kimi, bu da insandan insana görə yaş fərqi dəyişir. Və adam var, o 20-də Bu olur. insanı 30'da verdiyində olur, fərqindənliyə 40'da olur. varması, özünü tanıması, yaşı insandan insana dəyişir. Özünü tez tanıyanlar necə xoşbəxtdilər. Bəli. Bəli. Elə insan var ki, hesablamada göstərir yeniyetməlik yaşı. Hə. Bəli. Yəni mən gecikmişəm şəxsən. 40-da gördüm ki, artıq gecdir, amma yenə də Gec deyil, niyə 40 ən gözəl yaşdır? Bundan sonraki yaş daha maraqlı olur. sanki hamı mənə deyir ki, çox dəyişilmisən, dilin açılıb, Hə. deyə bilirsən, fikirlərini sərbəst. Hə, uca görürəm ki, cəmaət kimlərsə xoş qarşılayır, kimlərsə qıcıqlanır. Əvvəl nə oldu? Səsin çıxmırdı, söz deyirdik. İndi nə oldu? Deyirəm, 40 yaşım tamam oldu. Nə olmadı? Gözüm açılıb. Mən də görürəm ki, sən demə mən can deyənlər məsəl üçün də əslində zəhrimar imiş onların canı. O xoş deyil. Yəni elə şeylər var. Yəni Allah Bir hamıya yaşdan can sonra sağlığı yəqin fərqindəliyə çatırıq da. Gözümüz açılır. Eynən. Təcrübə də sözün deyir. Yəqin ki, karmada var, numerologiyada var Bəli, içində. bəli, İndi bəli. ondan tam məlumatlı deyiləm mən. O bir məsələ var, yaş üstünə yaş gələndə artıq uca olğunlaşır insan. Elə bir həddə çatır da qadınlar, Bəli. elə düşünürəm. Bəli. Amma siz dediyiniz kimi Və yetkinlik onu da yaşında deyim, olgunlaşma dediksə, biz xəritədə insanın olgunluq yaşını da müəyyənləşdiririk ki, o insan hansı yaşda Doğru. olgunlaşır. O da var. Mən özümü 40-da kəşf elədim. Artıq 43 yaşım var da, yəni 40 yaşında gördüm ki, hə, başqa cür imiş həyat. Yəni yaxşı olar inşallah. İnşallah. Bir də müəllimə bir şey deyim. Bu Buyurun. pul mövzusuna da toxunduq. İnanın ki, Hansı şükür mövzu? deyirik. Pul. Ha, onu da Şükür nümunə üçün deyirik. çəkdim. Hə, pul belə bir şeydir ki, onun enerjisi məsəl üçün də gəlir. Pul var, bərəkət var, ruzu var, amma bərəkəti yoxdur. Bu nə ilə əlaqəlidir? Bax gəlir, hə. Tökülür, ruzu tökülsün başından. Bilirsiniz, Amma bərəkəti pul yoxdur. özü bir enerjidir.
Pul özü bir Bəli. enerjidir. Yəni sizin pulun gəlməyi, pulun bərəkətli olması sizin öz enerjinizdən asılıdır. Enerjisi düşük olan insanlarda və insan ümumiyyətlə ağzından çıxan hər bir kəlmə siz bilirsiniz ki, o türklər demiş evrənə çox tez ulaşır Bəli, və bəli, bəli. onun cavabı gəlir. Ona görə yəni adi ağzımızdan çıxartdığımız kəlmələr belə bizim taleyimizi həll edə bilər. Yəni pul bir enerji. Siz sadəcə olaraq bilirsiniz necə pul haqqında bizdə həmişə nə olub? Uşaqlıqdan bizə eşitdiklərimiz, pul çox olanda insan qudurur, nə bilim, pul baş bəlasıdır, az aşım, nə bilim, doyulmaz daşım, az daşım, doyulmaz daşım. Başımızı anladıblar, hə? O qədər belə misallar çəkirlər. Yəni Nənələrimizin, birinci o qədər yerdə analarımızın. pula qarşı Pul belə ərçilkidir. negativ bir düşüncə yaranıb. Pulu olan insanlar qudurğan insanlardır falan. Bu bizdə nə olur? O pul enerjisi bizi özümüzdən uzaqlaşdırırıq. Keçi də deyilir, adətən buralar. Yəni o keçmişdə qaldı ya o fikirlər. Elə bir dövrə zamana gəlmişik ki, pulsuz heç nə həll olmur. Yəni mümkün deyil. Başın ağrıyır, adi 20 qəpiklik stramonu almaq üçün aptekdə 20 qəpik verməsən verməyəcəklər. 20 qəpik. Yəni belə bir şeylər var da. Yəni o hər şey pula bağlıdır hal-hazırda. Sağlamlıqda, təhsildə, necə deyim, həyatda, yaşamaqda, hər şeydə, hər şey. Qidada, hər şey. Sadəcə olaraq o pulun dediyim kimi bərəkətli olması üçün hansısa bir rəqəm, bir Mən toplum, indi nəsə bir sizə şey varmı? deməli şey deyəcəm. Orada dedim xanım məni Sevinç xanım məni qrupa salacaq. Hər biriniz doğum tarixinizi yazacaqsınız. Doğum Bəli. tarixinizi əsasən mən sizin pul kodunuzu hesablayacağam və sizə göndərəcəm. Bunu mən 8 mart hədiyyəsi olaraq məndən qəbul edərsiniz və Çox sağ onu olun. Təşəkkür gün edirəm. ərzində, bəli, sol biləyinizə yazırsınız, xırda yazırsınız. Altına Aha. da bir dənə sonsuzluq işarəsi çəkirsiniz. Yazarkən də pul Hə. kodumu aktivləşdirirəm deyirsiniz. Bunu göy qələmlə edirsiniz. Qırmızı bəzən internetdə paylaşılan qırmızı qələm xeyr. Bunu göy qələmlə edirsiniz. Və sizə gözəl bir texnika da deyim. Deyin. Bunu mən etmişəm və xeyrini görmüşəm. Nə edirsiniz? Hər gün heç olmasa bunu 21 gün edin. Bilirsiniz də bir şeyi vərdişə çevirərkən bir şeyi 21 gün təkrar etməlisiniz ki, vərdişə çevrilsin. Bir dəftər tutursunuz, gözəl bir dəftər tutursunuz. Belə görünüşü zadı, belə sizə xoş gələcək bir dəftər alırsınız. Hər gün 51 dənə şükür yazırsınız. Amma şükürü necə yazırsınız? Misal üçün, adi hər bir şeyə, içdiyim suya şükürlər olsun. Hər şeyə də, yəni alnınıza nə gəlir. Və hətta bunu necə əldə etmək istədiyiniz bir şey var, onu əldə etmişsiniz kimi yazın və şükür edin. Misal üçün, tutaq bu qırmızı köynəyi mən almaq istəyirəm. Bu qırmızı köynəyim var, şükürlər olsun. Yəni o şey sizdə varmış kimi yazın və şükür edin, şükürlər olsun. Gözəl ailəm var, şükürlər olsun. Sağlamlığım yerindədir, şükürlər olsun. Hüzurum yerindədir, 51 dənə yazın. 21 gün ən azı bunu yazın. İnanın, çox belə möhtəşəm bir enerjisi var onun. Özünüzü o qədər rahat hiss edəcəksiniz. Çox özünüzü daxilən dəyişik hiss edəcəksiniz və ən əsası müəyyən zaman sonra o dəyişiklik sizin çevrənizdə də görünəcək. İnsanlar deyəcək, sənə nə olub? Hər diləyimizdən bir ədəd yazırıq, müəllim. Fərqi yoxdur. Ürəyinizdən keçən, yəni gündə şərt deyil, eyni durub şükürləri yazasınız. Ağlınıza nə gəlir? Adi aldığınız havaya belə şükürlər edin. İnanın, insan şükür etdikcə daha çox fəraha qovuşur. Nəinki şikayət etdikcə. Bəli, mən onu sınamışam. Hər gün səhər işə gedəndə, elə bir ki, bu Alman parkın böyründən keçirəm. Orada hündür ağaclardır və quşlar cəhcəhlə də belə bir-birlərinə elə bir danışırlar, oxuyurlar. Nəsə səslə baxıram onlara, deyirəm, ay Allah, nə gözəl səsiniz var. Salam olsun sizə. Hətta belə bir salamlayıram da onları. Deyirəm, ay Allah, nə gözəl səmadır, nə gözəl yaşıllıqdır. O qədər gözəl. Hər bir şeyi salamlayıram. Allahın yaratdığı bu bizim üçündür.
Biz onu görməliyik. İnsanlar onu Əlbəttə. görmür. Amma İnsanlar çox təəssüf ki, insanla görmürlər. varlıqdır. Çox insan bunu görmür. Biraz darlığa düşən kimi başlayır şikayət, nankorluq eləməyə və ona görə də daha çox. Amma inanın, şükür edəndə insan o gələn imtahan belə ona ləzzət edir. Düzdür. Ha, İnanın Gülnar ki, xanım, o kodu mən qrupa yazacağım. Siz qrupda yazarsınız doğum tarixlərinizi. Sevinç xanım mən qrupa əlavə edəcək, ondan sonra yazın. Yazarsınız doğum tarixlərinizi. Mən sizin öz pul kodunuzu hesab edib sizə göndərəcəm. Elə o qrupda yazacağım. Onu sol biləyinizə Göygələndən yazırsınız. Və yazarkən də altından sonsuzluq işarəsi çəkəcəksiniz. Yazanda da deyirsə pul kodumu aktivləşdirirəm. Bunu ən gözəl metod bilirsiniz nədir? Mən bunu etmişəm. Öz pul kodumu plastik kartlarımda, sonra bir bank hesabımda falan şifrələrə qoymuşam. O çox gözəl effekt verir. Bunu deyim sizə. inşallah bizə də edər. Allah Edər. razı olsun. İnsanın Çox təşəkkür edirik. inancı Sağ çox olun, böyük rol Nurhan. oynayır. Allah razı Bir olsun sual verə məmləkətdən. bilərəm mən. İnşallah. Əlbəttə, buyurun. Sualım çox olacaq. Başqa insanların bax yaxınlaşdıq bir məsələn bunun bilmək istəyirəm enerji ilə bir əlaqəsi var ya yoxdur. Başqa insanların tok vurmadığı bir yer var. Tutaq ki, bankomat kartından pul çəkirik. Orada məni tok vurur. Ora yaxınlaşır 20 nəfər. Aha. Məni tok arxaya atır, geriyə atır. Amma onlar rahat ondan istifadə edir. Yaxud da televizorun yanından keçirəm. Nisbətən elektrik olan bir şey. Bu Bunun öz hə, daxili enerjindən bir əlaqəsi varmı? daxili enerji deməyək, bu biraz o geyindiyiniz paltarın materialından ola bilər. Elmi araşdırması budur. Paltarda sintetik material çox olanda o şey Həmişə. məndə yaşayır. Yox, müəllimə, yox. Qətiyyən rahat, təmiz olmayan, biz sizdə hicablıyam mən özümdə. Və hicab paltarları baha olur və materialları çox qəşəng olur, təbii Bəli. olur. Yəni qətiyyən sintetika geyinə bilmirəm, çox narahat oluram. Mənim üçün birinci öncəlik paltarın materialın gözəlliyidir. Yox, geyinirəm. Bunu tələbə vaxtda yaşamışam. Və ona görə fikirləşirdim Yox, ki, bunun o bəlkə enerji ilə əlaqəsi yoxdur. çox sağ ol. Çox. Psixoloji tərəfi ola bilər bəlkə. Dəmirdənmi? Necə? Psixoloji Necə? tərəfi ola bilər Psixoloji, nəsə, yəni bədənlə psixoloji bağlı, cəhətdən ola toxunma bilər. ilə Bir bağlı. iki dəfə ola bilər Hə. rastlaşmısınız, sonra artıq sizdə o qalıb ki, mən bura yaxınlaşanda mənə tok vuracaq. Yox, Məndə o şey elə olub. yox. Bax, Qızım televizorun kiçik, yanından keçirəm, aha, əlimi vururam. Hamı deyir ki, yox, burada tok vurmur. Deyirəm mən, adi hamamda bizdə çöplü poldur da, divarlardan məni tok vurur da. Heç kəs onu hiss eləmir, mən hiss edirəm. Hətta bir dəfə belə bir şey olmuşdu. Tələbə vaxtı stipendiyamı alanda məndən qabaqda nə qədər insan və pensioner qadınlar deyir ki, mənim üçün də qızım çıxartdı. Əlimi atıram, tok məni atır arxaya. Əlimi, indi mən bunlara necə başa o salım pulun ki, məni tok enerjisidir. vurur, Siz məni çarpı. tok vurur. Və axır yanımda olan bir xanıma dedim ki, bunu bas, o vaxtda da belə. Hə, o şeylərdir də. Onu çünki kənardakı insan başa düşmür də, deyəcək qız özünü yalan deyir belə. Ona görə soruşdum. Çox sağ ol. Çox. Siz sağ olun. Bu o Sevinç xanımın sözünə görə biraz psixoloji da olur. Mən nəyə görə deyirəm? Bu şey mənim də başıma gəlib. Böyük qızım kiçik yaşlarında olanda mən onu parka aparırdım. Hər dəfə bir yer sürüşkən idi. Ora yaxınlaşa bilmirdim. İnan uşağım mən 2-3 yaşı vardı. Onu mən ora çıxarda bilmirdim. Həmən tok vururdu. İndinin özünü artıq bir üstündən keçib bir 6-7 il keçib həmin parka gedəndə o sürüşkənə yaxınlaşmıram. Artıq psixoloji qalıb ki, mən ora yaxınlaşanda mənə tok vuracaq. Nəsə olacaq. Hə, şuuraltı yeridirik də o qədər Bəli. deyirik, özümüzü inandırırıq. Belə, başqa sualı olan varmı? Yoxdur deyəsən. Qənənə müəllimə, sizə çox təşəkkürümü bildirirəm. Mən Belə təşəkkür fərqli, edirəm. maraqlı, bizim də adət etdiyimiz təlim stilimiz var da, o stildən biraz da daha kənara çıxıb bütün xanımlara öz töhfənizi verdiyiniz üçün təşəkkürümü bildirirəm. Mən təşəkkür Vaxtınızı edirəm ayırdığınız dəvət üçün etdiyiniz təşəkkürümü üçün. bildirirəm. Biz Xanımlar də da ki, təşəkkür inşallah edirik. ki, sizi qrupa əlavə edəcəyik. Sizlə əlaqə saxlamaq istəyənlər saxlayar. Bəlkə mən özüm də əlaqə saxladım, bilmək olmaz. 8 enerjimizin də eyni olduğuna bu arada çox sevindim. Və Ona görə necə bizi bir-birimizə çəkir. Mən də o kodu çəkəcəm.
Laf yaxşı. Kodun 8 olduğunu bilmədən belə mən fikirləşirdim ki, mən həyata boş yerə gəlməmişəm. Burada nəsə bir məqsəd var. Mütləq o amala çatmaq lazımdır. O Təbii işi ki. icra eləmək lazımdır. Əminəm ki, siz də beləsiz. Mən sözün açığı sizin numerologiya sözünü görəndən sonra bu ki təklif elədim sizə gəlin belə bir görüş edək 8 mart məqsədi ilə. Onda dedim bir araşdırım görüm bu numerologiya nədir, nə öyrədir, bu kod nədir, nə bilim nədir. Orada görmüşdüm 8 rəqəmini. Demişdim, aha, elə deyəsən əjdahanın başı Karanlıqdan da buradadır. 8. Əjdahanın başı buradaymış. Çox sağ olun hər şey üçün. Siz Maraqlı sağ oldu, mənə olun, elə var gəlir. olun. Xanımlar da Bəli, məncə bəli. Mən də faydalandı. təşəkkür edirəm. Biz də Çox sağ təşəkkür olun. edirik. Vaxtınızı ayırdınız. Gözəl məlumatlar aldıq. Rahatlaşdıq. Nə gözəl. Allah razı olsun. Allah Allah razı sizdən də olsun. razı olsun. Çox Sevinç xoş xanım, oldu Fərdə mənə də. xanım. Çox sağ olun. Minnətdarıq Xoş da sizə. mənə. İnşallah ara bir qadınlarla bağlı belə bir görüşlər edərik. Sizdən də Olar. kim sualınız olarsa Təranə müəllimə ilə bölüşərsiniz şəxsilə. İnşallah. Nömrəsini əlavə edəcəyik. Səhifəsini paylaşdım indi sizlə. Nömrəsini də indi əlavə edəcəm. Daha doğrusu link göndərmişəm. Təranə müəllimə özü qoşulacaq. Mən təsdiqləyəcəm. Orada da pul kodu hədiyyəsini də qəbul edərsiniz inşallah. Bizdən də bu seminarı qəbul edərsiniz. 8 mart hədiyyəniz olaraq. Çox Təşəkkür sağ edirik. olun. Çox xoş oldu. Minnətdarıq sizə. Siz sağ olun. Dualarınızda bizi unutmayın. Biz də sizi unutmayacağıq. Hər şey könlünüzcə olsun. Qadın olaraq Amin. xoşbəxtliyiniz, uğurunuz, pulunuz, bərəkətiniz hamısı qaydasında olsun ki, həyat Amin. sizin üçün Amin. gözəl Sizlə olsun. bahəm. Sizlə bahəm. Sizlə bahəm. Amin. Amin. Sağ olun. Çox Sağ sağ olun. olun. Gecəniz Çox sağ xeyrə olun. Gecəniz xeyrə qalsın. qalsın. Növbəti görüşlərə dək. Xeyrə Sağ qarşı. olun. Sağ İnşallah. Sağ olun. olun. Sağ olun. Gecəniz Sağ xeyir. olun. Xeyrə Sağ qalsın. olun Tərənnüm müəllimə. Təşəkkürlər.